Öz Vəssalam. başınalıqdır. Bizdə Səfəvilər dövlətidir. Bəli. Bizdə Səfəvilər dövlətidir, Səhər dövlətinə qalmışıq. Hal-hazırda gözümüzün qabağında olan da məhz Səfəvilər dövlətidir. Şah İsmayıl 1501-1524. Yəqin ki, görürsünüz. Belə. Kimdən başlayaq? Elə İzəngül müəllimə ilə başlayaq. Deməli, Səndən İzəngül başla. müəllimə, biz axırıncı dəfə qalmışıq Ərdəbil hakimliyində, düzdürmü? Ərdəbil hakimliyində Bəli, qaldıq bəli. və ora qədər Səsin. gəldik. Bəli, Ərdəbil hakimliyinin yaranmasını neçənci əsr kimi xarakterizə elədik? 13-cü əsrin sonları. Sonlarına qədər. Bəli. Nə vaxta qədər mövcud oldu? 1501-ci ilə qədər Ərdəbil hakimliyi dövrü kimi Bəli, qeyd. bəli. Hı -hı. 1501-dən də 1736-ya qədər də Səfəvilər dövləti kimi. Bütün Bəli, 1700. Azərbaycanda. Bəli, 1501-ci ilə qədər Ərdəbildə, 1736-cı ilə qədər də bütün Azərbaycanda bəli. Tamamilə hakimiyyət doğrudur. dövrü. Bəli, bəli, bəli. Tamamilə doğrudur. Ezencil Məhəmmədən başqa digər müəllimlər xahiş edirəm mikrofonu bağlasınlar ki, əlavə səslər gəlir. Sonra dərsə belə deyim, baxmaq yaxşı alınmayacaq. Aha. Səbəblər deyəndə 13-cü əsrdə 1736-ya qədər bunu biz çəkə bilərik, amma Səfəvilər dövləti deyəndə təbii ki 1501-1736 deyə bilərik. Bəs nə vaxtdan etibarən biz bunlara Qızılbaş deyə bilirdik Ezencil müəllimə? Şeyx Heydərin zamanından Bəli, yəni təxminən 1406-cı 1470-dən. Çünki Qayıdır Ərdəbildə özünün taxtına oturur, belə desək, şeyxlik taxtına. Və o ildə. vaxtdan etibarən artıq deyə Hərbi bilərik. qaydada elə bir ki, dövlət Ərdəbil hakimliyi hərbi qaydada da təşkil olunması onun dövrünə düşür. Qazi Hı. Sofi dəstələrini təşkil Bəli, etməklə. bəli. İsmayıl 1499-cu ildə Ərdəbilə yürüş etsə də, amma görünən odur ki, bu dövrdə Ərdəbil deyəsən çox yaxşı, belə desək, qorunurdu. Artıq Ərdəbildə belə desək, onların belə deyim, xanədanı tarimar olmuşdu. Ona görə 1499-da Ərdəbilə girə bilmədiyini görüb 1500-cü ildə Oraya gəlir. Ərzinzanda qurultay keçilir. Həmin Ərzincan qurultayı haqqında nə deyə bilərik? Erzincan qurultayı haqqında o ilk zərbəni Şirvanşahlar dövlətinə vurmağı o da Bəli, nəzərə alır. bəli, Ona görə Gürcüstan qalasından yaxınlaşırlar. 1500-cü ildə Cavanın döyüşü baş verir. Bu döyüşdə Fərrux Yesar öldürülür. və Şamaxı ələ Yəni keçirilir. keçirilir. Bir dənə Daha Gülüstan qalası sonra tutulmadı, amma Gülüstan qalasını saxlayıb hələ ki hara hücum eləyir? bu zaman Əlvənd Mirzə yaxın olaraq tərəf Yox, yox, gəlir hələ deyə Bakıya gəlir. Hələ 1501-ci ilin yazında Bakıya hə, gəlir. Bakıya Hı. gəlir. Aha. Bakını tutur. Şirvanşahların xəzinəsini orada ələ keçirir. Hə, daha sonra Bəli, Gülüstan qalasını alır. Bu zamandakı Əlvənd Mirzə Təbrizdən qoşunla şimala doğru yaxınlaşması xəbərini eşidən İsmayıl öz ordusuna deyir ki, Gülüstanı silsiz yoxsa Azərbaycana? Deyir Azərbaycana. Ona görə də oradan da Əlvənd Mirzənin üzərindən yürüş edirlər. Şərif döyüşündə də Əlvənd Mirzəni məğlub eləyir. Beləliklə Səfəvilər dövlətinə əsası qoyulur. Daha sonra bəli, da yəni payızında bəli, yaxın Təbrizi bəli. tutarlar. Naxçıvan da Şərif döyüşünə qalib gəldikdən sonra artıq 1501-ci ildə Təbrizə daxil olaraq növbəti Səfəvi dövləti, belə deyim, növbəti dövlətimizin əsasını qoyur. Səfəvilər dövlətinin əsasını qoyur. Buna qədər hamısı şeyxlərə aid idi, buna qədər hamısı Hı, Ərdəbil gəl. hakimliyinə aid idi, amma bundan sonra şahlara və Səfəvilər Şah dövlətinə İsmayıla aiddir. aid olur. Bəli, bəli. Və Əlvənd Mirzə əslində İsmayılla savaşa girməmişdən qabaq İsmayıla haranı vəd eləmişdi? Şirvana deyir, gəlmişkən hələ Şirvanı idarə elə, Şirvanşahlar dövlətin ərazisini. O ancaq Bəli, bundan kifayətlənmirdi. bəli. Bundan kifayətlənmir, ona görə də onların arasında savaş olur. Və 1501-ci ildə mərkəzləşmiş Səfəvi dövləti yaranır. Bu məsələni bildik. 1501-ci ildə mərkəzləşmiş Səfəvi dövləti yaranır. Aha. E, belə deyək. Deyə bilərikmi ki, mərkəzləşmişdir? Bəli. Deyə bilərikmi ki, Bəli. vahiddir? Vahid yox, Vahid dövlət Şah Təhmasibin dövründə Bəli, olacaq. 1551 Şəkinin bəli, birləşdirilməsi. bəli. Bəs deyə bilərikmi ki, bu dövrdə Şirvanşahla Şəki Səfəvlərə daxil idi, tabe Bəli, idi, belə asılılığa desək. düşür. Şah İsmayılın dövründə asılılığa düşür də. Bəli, Şirvanşahlar asıllığı dövləti qəbul edir. tabe Bəli, hətta olur. bəli. Hətta Fərrux Yasarın oğlu Şah İsmayılə məktub yazır ki, atamı öldürmüsən, lap yaxşı eləmisən. O sənə Hı atamı -hı. öldürmüşdü, sən də onu öldürməli idin. Mən sənə tabe oluram. Belə.
Bəs Şah İsmayılın dövlət kimi ilk müharibəsi kimlə olur? İlk müharibəsi 1503-də Ağqoyunlu dövləti ilə. Bəli, Həmədan yaxınlığında olur. Bax, burada hal-hazırda görürsünüz, Alma bulağı döyüşündən söhbət gedir və nəticəsi nə olur? Əlbəttə ki, Şah İsmayıl qələbə qazanır. Bəli, Murad məğlub oldu. bəli. Və İranın bundan sonra mərkəz bəli, 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 Ərəb bəli. İraqı keçir. Ərəb İraqı, Bəli, Fars, Ağqoyunlu bəli, dövləti. bəli. Hətta Şərqi Anadolu da bu döyüşdən sonra Səfəvlərə keçir. Çox maraqlıdır. Əslində Əpər sazişinə görə Şərqi Anadolu Əlbəndə düşmüşdü. Amma Murad üzərində qələbədən sonra keçir. Yəni Yəni görünür, maraqlısı odur ki, ay müəllim, 12 minlik İsmayıl qoşunla 70 minliyə necə qələbə qazandı? O maraqlı. orası maraqlı deyəndə ki, əslində Ağqoyunlu qoşunların arasında kitablarda yazmasalar da İsmailə qarşı çox böyük rəğbət var idi və döyüşdə onların İsmailin tərəfinə keçməsi İsmail işini daha da rahatlaşdırır. Ona qalsa Alparslan da 300 minlik qoşuna qarşı çıxmışdı. Sadəcə o döyüşün bir həlledici məqamı var ki, orada qalib gəldikdən sonra belə desək, avtomatik olaraq döyüş qələbə ilə bitir. O demək deyil, orada 70 min qoşun qırılmalı idi. Bax belə. Bəs 1503-1510-cu il aralığında dedik, həmin ərazilər ələ keçiriblər. Söhbət Şərqi Anadoludan gedir, Bağdaddan, İranın Ərəb İraqı və mərkəzi, s. və ilaxır. Bəli. Şərq əyaletləri, Bəli. Şam Bunlar bəli Anadolu. ələ keçirilir. Bağdad da yeri gəlmişkən burdadır. Ən Diyarbəkirdən çox Xorasana qədər tuturlar da. bəli, Diyarbəkirdən Xorasana qədər. Daha sonra Diyarbəkir görün. Dərbəndi 10-cu Bəli, ildə. Diyarbəkir görünən budur. Xorasan isə bu tərəflərdir ki, bəli, bu ərazilər neyniyir? Tutulur. Bu məsələni bildik. 1510-cu ildə də Dərbəndə ələ keçirirlər. Bunu da bildik. Bu dövrdə Səfəvilərin iki əsas rəqibi var idi. Biri Şeybanilər, biri isə Osmanlılardır. Şeybanilər məsələsinə aydınlıq gətirək. Şeybanilərlə Yəni nə idi problem? 1500 Şeybanilərlə Teymurun varislərini e, sığınacaq vermişdi. O səbəbdən Bəli, Şeybanilərlə arasında mübahisə yaranır. 1510-cu ildə də Mərv döyüşündə Şeybani bəli. xanı məğlub eləyir, öldürür və Xorasan ələ keçirilir. Beləliklə Səfəvi dövlətinin ərazisi geniş ərazili imperiyaya çevrilir. Ərazi Amudərya çayına qədər uzanır. Bəli, İmperatorluğa çevrilir bu döyüşdən sonra. Amudəryadan Fərat çayına qədər uzanır ərazi, həddindən artıq böyük ərazilər ələ keçirilir. Bəli, Amudərya çayı eyni zamanda və eyni zamanda da Fərat çayı. Yəni görün nə boyda bir ərazi belə desək ələ keçirilir. Bax belə. Bu ərazisi o zaman təxminən nə qədər idi? Mənim yadımdan çıxır. Səfəvilər təxminən 2,8 milyon kvadrat kilometr olublar. Aha, bu belə. Sağdan nisbətən böyümə və kiçilmələr də var. Davam edək hansı məsələ ilə? Və Şeybani xanın başını kəsərək 2-ci Bəyazdə göndərir və bu da bir növ 2-ci Bəyazdə bir mesaj idi. Amma 2-ci Bəyazla münasibətlər yaxşıdır. Hətta 2-ci Bəyaz ilk önce Mustafada daha yaxşı yazılardı. 1504-də onun şahlığını, hakimiyyətini tanıyır. Bəli. Amma 2-ci Bəyazdan oğlu Səlim hər dəfəsində belə desəm atasına deyirdi ki, bəs İsmaillə münasibətləri belə desək, çox da yumşaq eləməyə ehtiyac yoxdur, müharibə aparmaq lazımdır və s. və ilaxır. Nəysə, atasının hakimiyyətdən verilməsində 1-ci Səlimin əlinin olduğunu göstərirlər və hakimiyyətə gəlir. 1-ci Səlimin hakimiyyət illəri 1512-dən 20-ci ilə qədər. 20-yə qədər, bəli. İsmaillə müharibəyə hazırlaşırdı. İsmaillə müharibəyə hazırlaşmamışdan qabaq hansı iki Avropa dövlətinə müqavilə imzaladı? Portuqaliya ilə biri Portuqaliya idi, biri Macarıstan və Venesiya ilə. Yox, Səlim. Macarıstan və Venesiya ilə müqavilə imzalayır. Bu ümumi tarixdə yoxdur, Azərbaycan tarixində var. Ümumiyyətlə bu adam demək olar ki, Avropa dövlətlərlə mübarizə aparmadı. Əsasən müsəlman dövlətlərlə mübarizə apardı. Macarıstan və Venesiya ilə sülh müqaviləsi bağlayıb, kimlərdən də yardım vədi aldı? Şeybanilərdən bəli, yardım vədi aldı. Çünki Şeybanilər 1510-da məğlub olmuşdular və belə demək mümkündürsə, onlar Səfəvilərin əlindən sanki acıqlı qalmışdılar. Və eyni zamanda da Səlim hətta Şah İsmayıl üzərində qələbəni, belə deyim, cihad adlandırırdı. Uzun sözün qısası, 1514-cü ildə bax burada, Makku yaxınlığında Çaldıran döyüşü baş verdi. Döyüş haqqında qısa məlumat verək Ezengül müəllimə. Deməli, döyüş haqqında Osmanlı ordusunu say çoxluğu, sonra odlu silahla silahlanması nəticəsində Osmanlılar qələbə qazanır. Şah İsmayıl məğlub olur. Şah İsmayılın da məğlub olması səbəbi özünə güvənməsi,
Ordu sayının az olması, Bəli, az silahlanması, bəli, bu bəli, səbəbdən də İsmayıl məğlub olur. Deməli, bəli, əraziləri Osmanlılar Mosula qədər ki, Cənub-Şərqi Anadolu, Cənub-Şərqi Qafqaza qədər geniş əraziləri ələ keçirirlər. Bu bəli, döyüşdən sonra Şah İsmayıl bir daha Osmanlılarla döyüşə girmədi. bəli. Yəni kilsə də kitabımızda verilmir. Eyni zamanda ilk dəfə olaraq Osmanlı ordusu haranı ələ keçirirlər? İlk dəfə Bəli, Təbrizi, Təbrizi ələ keçirirlər. Bəs niyə Təbrizi. geri qayıtmalı olurlar? Çünki həm ürək eləmir, həm də ki Avropaya daha çox diqqət verir də. Ən çox dediyiniz birincidir. Ən çox birincidir. Çünki qorxurdu ki, bu qədər sakitçilik var. Bəlkə də Şah İsmayıl çəkilib zərbə endirəcək. Ona görə getdi və gendə də özünlə bərabər sənətkarları hara apardı? İstanbula. İstanbula. İstanbula apardı, bəli. Ona görə də belə demək mümkündürsə və heç nə. Bax belə, İsmayıl çox böyük təkanları, sütunları belə desək itirdi. Təəssüflər olsun ki, ataların başladığı müharibələri övladları davam etdirdilər. Təhmasib hər Bəli. dəfə Sultan Bəli. Süleyman Qanuniyə müharibə aparmayaq desə də, Sultan Süleyman Qanuni hər dəfə onu südəmər körpü adlandırıb, onu Hı. hökmdar kimi tanımamaqda günahlandırırdı. Əslində Sultan Süleyman, hə, yeri gəlmişkən, İsmayıl bəs kimlə bu dövrdə kontakt yaratmağa çalışırdı? Hətta Hörmüzdə onlara yer vermişdi. Portuqaliyanla Portuqaliya, amma təəssüflər olsun ki, 1510. bəli, vermədi. Başqa kimlər İsmayılın məktublarını cavabsız qoydular? Onu da Roma papası, Venesiya, Venetsiya. bəli, bunlar da cavabsız qoydular. Bu məsələni də bilmiş olduq. Olsun. Sultan Süleyman Qanuni əslində 1520-ci illərin sonunda Səfəvilərin üzərinə gəlməyi planlaşdırsa da, amma Viyana mühasirəsi ona imkan verməmişdi. Vermədi. Və nəticədə hələ ki, belə deyim, saxlayır. Bəs Aha, neçənci ildə 1500 Avstriya ilə müqavilə imzalayır? Avstriyana 30 1541-dir, üstə. 29, 30 üstə. 33. 30 üstə. Müqavilə bağlayır və kimin üzərinə gəlir? Səfəvilərin üzərinə gəlir. Birinci Səfəvlərin döyüş. üzərinə gəlir. Şah Bəli, Təhmasibin Özbəklərlə müharibəsindən istifadə eləyərək bəli. 1534-cü ildə Azərbaycana yürüş eləyir. Yeri gəlmişkən, o Şeybanilərlə müharibə, təbii ki, Şeybanilərlə müharibə özbəklərə deyə bilərik. Onlarla ata-oğul mübarizə aparıblar. Həm İsmayıl mübarizə aparıb, həm Həm Təhmasib də mübarizə aparıb, həm Məhəmməd və Xudavəndlə mübarizə Şah aparıb, Abbas. həm də Şah Abbas aparıb. Yəni, qısa desək, atalar və oğullar. Atalar və oğullar. Və Şah Abbas 1599-a son qoyandan sonra artıq biz Şeybaniləri görmürük. Davam edək. Sultan Süleyman Qanuninin birinci görüşü. Buyurun. Birinci Hı birinci hı. görüşü zamanı Şah Təhmasib yandırılmış torpaq taktikasından Hı hı. istifadə edir və əhalini qərb sərhədlərinə köçürülür. Daşına bilən əmlakı, ərzağı, mal-qaranı məhv eləyir ki, Osmanlı qoşunları gəlib burada dayana bilməsinlər də. Osmanlılar da Təbrizi ələ keçirsələr də Azərbaycanı tərk etməyə məcbur oldu. Bunun səbəbi də qışın yaxınlaşması, ərzaq çatışmamazlığı, əhalinin ciddi müqaviməti səbəb göstərilir. Geri dönərkən də Bağdadla birlikdə Ərəb İraqını tuturlar. Bəli. Sonra da deməli burada Bağdadla birlikdə Ərəb tıxlayırlar Bağdadda. Növbəti il yenə 1535-ci ildə ikinci yürüş eləyirlər Azərbaycana. Bəli. Bunu da qeyd eləyim. Bəli, bəli, əlbəttə, buyurun. Və Eşidirəm. Təhmasib yenə də Təbrizdə bir sıra hərbi strateji tədbirlər görür onlara qarşı, əhalinin Təbrizdən köçürülür. Yenə eyni qaydada ərzaqdır falandır bunları ə, yandırır, məhv eləyir. Sultan Təbrizi tutsa da, Sultaniyyədə Osmanlıların şərqi irəliləyişinin qarşısı alınır. Burada 1535-ci ildə Həmədan yaxınlığında döyüş baş verir. Səfəvilər Osmanlı ordusuna ağır məğlubiyyətə uğratdılar. Və bundan sonra Osmanlılar yenidən Azərbaycanı tərk elədilər. Bəli, tamamilə doğrudur. Yenə Tamamilə doğrudur. səbəblər eynidir də, yəni Bu aclıq, dəfə bəli, səfalət, bəli, əziyyət bəli. çəkmək. Hətta üstəgəl taun xəstəliyi də var. Bəli, bu məsələləri də bildik. Oldu. Təşəkkür edirik Zəngin müəllimə. Lazım olan yenə də qayıdarıq sizə. Nərmin müəllimə burdadırmı? Bəli, mən Aha. Bir də axşamınız xeyir olsun. sizin Nərmin müəllimə, axşamınız deməli xronologiyanı pozmayaq. 1538-də İsmayıl fikirləşir ki, artıq Şirvanşahlara son qoymaq lazımdır. Daha doğrusu Təhmasib fikirləşir ki, Şirvanşahlara son qoymaq lazımdır və kimi göndərir? qardaş Əlqas Mirzəni.
Bəli, Əlqas Mirzəni göndərir. O nəticə haqqında qısa məlumat verin, zəhmət olmasa siz qeyd eləyin. Deməli, Əlqas Mirzə 1538-ci ildə gedir bura, amma burada Buğurt qalası var Şirvanda. Onu tuta bilmir də, nə qədər mühasirəyə Bəli, alsa da. Ona görə də bəli, Təhmasib burada ona kömək üçün Şirvana yürüş edir. Şirvana bəli, yürüş nəticəsində Buğurt qalasını tabe edir. Bir də Şirvanşahların xəzinəsini ələ keçirir. Burada Şirvanşah hökmdarı Şahrux idi ki, Şahşuruğu aparıb Təbrizdə edam etdirirlər. Dərbəndilər sülaləsinin hakimiyyətinə son qoyulur və Şirvanşah dövləti süqut edərək Səfəvi dövlətinin tərkibinə qatılır. Və Bundan sayca sonra neçənci bəylərbəylik olur? neçənci bəylərbəylik? 5-ci bəylərbəylik. Üçüncü bəylərbəylik. 2-ci bəylərbəylik seçdim. Yer gəlmişəm, bəylərbəylik mövzusunda bir məsələni deyim, ehtiyatlı olun. Səfəvilər 4 bəylərbəyliyə bölünmür. Səfəvilər dövründə Azərbaycan 4 bəylərbəyliyə bölünür. Sürmədə ehtiyatlı olun. Davam edin. Bəli, Səfəvi özü ümumiyyətlə 13 bəylərbəyliyə bölünür. Bəli, bəli, bəli. Sonra Sonra 1547-ci burada ilk bəylərbəy elə Əlqas Mirzənin özünü qoyur, amma 1547-ci ildə Əlqas Mirzə burada Təhmasibə qarşı üsyan qaldırır, qiyam qaldırır. Qiyamı yatırır, şəhər Təhmasib Qaraqaya Şirvana qayıdıb qiyam yatırır. Bu zaman Əlqas Mirzə İstanbula qaçır. İstanbula qaçandan sonra burada Muradı Sultan Süleymanı təhrik edir ki, o Azərbaycana yürüş edəsin. Beləliklə də Sultan 1-ci Süleyman Azərbaycan 3-cü yürüş edir 1548-ci ildə. bəli. İndi 1548-ci ildə 1548-ci ildə yürüş edəndə Şahmasib birinci yürüşdə olduğu kimi yenidən yandırılmış torpaq taktikası tətbiq edir. Bundan sonra Süleyman bu üçüncü yürüşdə Təbrizi tutur. Tutduqdan sonra şəhər tərk edir. Şəhər tərk edir və Əlqas Mirzəni Təhmasib əsir olaraq edam etdirir öz qardaşını. Sonra Səfəvi qoşunu İsmail Mirzənin başçılığı ilə Osmanlıları təqib edərək Qars qalasını geri alır. Bir də Ərzurum'u da alırlar. Ərzurum'a qədər irəliləyirlər daha doğrusu. 1552-ci ildə Şah Təhmasibin başçılığı səbəbi ordusunu əksimi keçərək Şərqi Anadoluya yürüş edib Muşa qədər yaşayış məntəqələrini dağıdırlar. Burada Məqsəd Şərqi Anadolunu ələ keçirib Süleyman gələndə Şərqi Anadolunu ələ keçirib Süleyman gələndə bu tərəfləri bu tərəfləri əllərində saxlamaq idi ki, Süleyman gələndə burada çox qala bilməsin. bəli. Bu belə. 1552-ci bəli, özü hücuma keçir. Oradakı İsmail Mirzə də Təhmasibin oğlu İsmail Mirzədir. Gələcəkdə 2-ci İsmaillə hakimiyyətə gələcək. Bax odur, bəli. Bəs Səfəvilər dövləti birləşmək üçün 1551-də hara hücum eləyəcək? Birləşmək üçün Şəkiyə, Şəki hakimliyinə. Şəkinin sonuncu hakimi kim idi? Şəkinin sonuncu hakimi Dərviş Məhəmməd idi ki, o Əlqas Mirzəni müdafiə eləmişdi qiyam eləyəndə, ona görə də onu edam etdirirlər. Çox gözəl. Və Şəkiyə Səfəvlərin ilk hakimi kim təyin olunur? Toyğun bəy Qacar. Və bununla da Səfəvilər dövləti vahid dövlətə çevrilir. Nə gözəl. Aha. Dediyimiz kimi Təhmasib 1552-ci ildə özü hara yürüş eləyir? 1552-ci ildə Anadoluya. Bəyazınız dediniz, bəli. Anadoluya. Bəli. Sultan Süleyman Qanunun 4-cü yürüşünə davam eləyək. Buyurun. Sultan Süleyman Qanuni 1554-cü ildə 4-cü yürüşə keçir. Burada yəni Təhmasib olduğu kimi yandırılmış torpaq taktikasını tətbiq edir. Əhalini də İrəvan, Naxçıvan və Qarabağdan əhalini başqa yerlərə köçürür. Buğurt bu həmin ildə 1554-cü ildə Buğurt qalası yaxınlığında döyüşdə Osmanlı qoşunu məğlub edilir. Bəli. Sultan Süleyman Naxçıvanı tutur burada və Naxçıvanı tutduqdan sonra canlı qüvvə və kəskin ərzaq çatışmazlığı baş verir. Ona görə də burada sülh bağlamağa məcbur olur. 1554-cü ildə Naxçıvanı yandırır həmçində Sultan Süleyman və 1555-ci ildə Amasya sülhü imzalanır. Beləliklə də Səfəvi Osmanlı müharibəsinin ilk mərhələsi başa çatır. Amasya sülhünün şərtlərində deyək, Amasya sülhünün şərtlərinə görə Şərqi Gürcüstan, bir də bütün Azərbaycan Səfəvi dövlətinin tərkibində qalmalı idi. Bağdad, Ərəb İraqı, bir də Qərbi Gürcüstan Osmanlılarda qalmalı idi. Bəli. Tamamilə bir də sizi soruşa bilərəm. Buyurun. Bu Kaxetiya Qərbi Gürcüstan sayılır, yoxsa Şərqi Gürcüstan? Şərqi Gürcüstan. Qərbi Gürcüstan İmretiyadır. Bəli. Nəmi xanım, çox təşəkkür edirəm. Bir də 1555-də Təbrizdən Qəzvinə köçürülür paytaxt. Bəli, paytaxt Təbrizdən Qəzvinə köçürülür. Təbriz və Qəzvin. Belə, oldu. Sözü verək orada Şəms xanıma. Bəli. Eşidirim mən. Bəli.
Təhmasib yazıq gəldi bir fırtına, getdi bir fırtına. Gələndə cəmi 9 yaş 6 aylığında olan bir uşağın dövründə vəziyyət çox pis idi. Əvvəl-əvvəl onun hakimiyyət dövrünün əvvəlində. Gedəndə də vəziyyət pis idi, çünki 3 oğlu qalmışdı. Heydərdir, İsmayıldır və təbii ki, Məhəmməd Xudabəndədir. Məhəmməd Xudabəndə yazıq gözdən zəif idi. Sözün əsl mənasında elə hər iki tərəfdən kor idi. Həm bəslət gözü görmürdü, həm də belə kor idi, zəif görürdü. Ona görə də hələ ki o belə desək, mübarizə meydanına qoşulmamışdı. Heydərlə İsmayıl qoşulsa da, Heydər öldürülür İsmayıl tərəfindən və İsmayıl ikinci İsmayıl adı ilə gəlir. Bəli. İkinci İsmayıl bilirik, bütün nəslin kökün çoxunu qırdırır. Şiə və Sünni məsələsini aradan qaldırmaq istəyir. Allah razı olsun, dövlətçilik səviyyəsində yaxşı bir iş görsə də, amma Səfəvilər şiəlik əqidəsi üzərində qurulmuş bir dövlət idi. Maraq üçün deyim, 2-ci İsmayılın hakimiyyətə gəlməsinə qədər Həzrət Əlidən əvvəlki 3 xəlifə lənətlənər, Həzrət Əlinin şəninə isə təriflər oxunardı. Amma belə desək, Məhəmməd 2-ci İsmayıl gələndən sonra isə əvvəlki o peyğəmbər sahabələri Əbubəkir, Ömər, Osmanın belə deyim lənətlənməsini qarşısını aldı. Yəni belə də hər dövrün özünə məxsus xüsusiyyətləri var. Görünən olur ki, Səfəvilər dövründə laxlama baş verdi. Və dövlətdə möhkəmləndirmək istəsə də alınmadı, həm də Səfəvi tarixçiləri 2-ci İsmayılı ölüm mələyi deyirdilər. Çünki o 20 ildən çox həbsdə qalmışdı və 20 ildən çox həbsdə qalması onun psixoloji durumuna da çox ciddi, belə deyim, zədələr yetirmişdi. İsmayıldan sonra isə kimin hakimiyyətə gəlməsini çox yaxşı bilirik. Söhbət Məhəmməd Xudabəndidən gedir. Xərçənd üstündən görürsünüz ki, nə vaxt hakimiyyətdə olubdur. Buyurun Şəms xanım, Məhəmməd Xudabənddən hakimiyyətə Məhəmməd, bəli, Məhəmməd Xudabəndə 1578 və 87-ci illərdə hakimiyyətdə oldu. Onun dövründə dövlətin xəzinəsi zəiflədi, dövlət pis vəziyyətdə oldu. Qızılbaş əmirləri arasında mübarizə gücləndi. Hətta deyəsən şahın arvadı Məhdi Ulya idi deyəsən. Bəli, bəli. Əslində Məhdi Ulya onun adı deyil, onun ləqəbidir, amma nə isə. Onun arvadının adı mənim yadımdan çıxıb. Kör olduğuna görə onu arvad idarə eləyirdi də, düzdür? Bəli, bəli. Məhdi Ulya onun ləqəbi olur. Onun arvadının adı Məhdi Ulya ləqəbidir. İndi xanım, xatın deyirlər. O vaxt Məhdi Ulya deyərdilər. Bəli. Hə, sonra? Sonra həmin o dövrdə Xudabəndənin dövründə 2-ci Səfəvi Osmanlı müharibəsi baş verir. 1578-dən 1590-cı ilə qədər. O dövrdə Səfəvi hökmdarı Xudabəndə, Osmanlıdan isə 3-cü Muradın dövrü idi. Bəli. Təsadüf edirdi. Kimlərin qiyamını təşkil etmişlər Osmanlılar bundan da başlamışdı? Kürtlərin qiyamını təşkil etmişlər. Bəli, və bundan da başlamışdı. Bəli. Qoya hücum olundu. Ondan sonra Amasya'nın şərti pozuldu. İkinci mərhələ başladı. Sonra orada 1578-ci ildə Mustafa Lələ Paşanın başçılığı ilə deməli müharibə oldu və burada Çıldır düzündə döyüş oldu 1578-də. Osmanlı qoşunu qələbə qazandı. Osmanlılar Şərqi Gürcüstanı işğal elədilər. Səbəblərdən də, yəni Osmanlıların da qalib olmasının səbəbi ondan ibarət idi ki, onların deməli qızılbaş tayfaları arasında birlik yox idi. Bundan da Osmanlı istifadə eləyirdi və ona görə də Osmanlı qələbə qazanmışdı. Çıldır döyüşündən sonra Şirvan deyəsən ələ keçirilmişdi də müəllim Səfəvərdə. Bəli. Daha sonra 1578-ci ildə Molla Həsən Gəlsin, burada sözünüzü kəsəcəm bir neçə nüansa görə, üzrlü sayın, sonra siz davam eləyərsiniz. Əziz müəllimlər, 1578-ci və 90-cı ildə ikinci mərhələdir, Şəms müəllimə dedi. 1578-90-cı il müharibəsinin bizə məlum olan ilk döyüşü Çıldır döyüşü. Amma ehtiyatlı olun, bu ilk döyüş deyil. Çünki Çıldır döyüşündən qabaq yazır ki, İlk döyüşlərdə Səfəvilər qalib gəlmişdi. Ehtiyatlı olun. Çıldır ilk döyüş deyil. İkincisi, Şirvan ələ keçirir. Ümumiyyətlə, Şirvanı Osmanlılar həmişə çox rahat ələ keçiriblər. Çünki Şirvanşahlar sünni olublar. Osmanlılar da sünnidir. Həm də Şirvanşahlara kim son qoyub? Səfəvilər. Ona görə yazıq Şirvanşahlar fikirləşirdilər, yazıq da deyirəm. Fikirləşirdilər ki, əgər Osmanlılar qalib gəlsələr Səfəvilərə nə baş verəcək? O baş verəcək ki, biz bəlkə müstəqil olduq. Və Şirvanda da qiyam baş vermişdi. Yəni, belə desək, Osmanlılar nə vaxt gəldi? Şirvan dəsmal götürüb, Osmanlının qabağına çıxırdı ki, bəs bizə kömək edin. Şirvanda qiyamın baş verməsinə də ehtiyatlı olun. Şirvanda qiyam baş verib Şah Təhmasibin dövründə söhbət Əlqas Mirzədən gedir. Şirvanda qiyam baş verib Məhəmməd Xudabəndənin dövründə. Şirvanda baş verəcək qiyam Şah Sultan Hüseynin dövründə, Hacı Davudla bağlı. Bax, bu məsələlərdə
Ehtiyatlı olun. Buyurun Şəms müəllimə, Ceyhun davam müəllim, bir edin. Əslində sual vereyim, onda bunların müəllim hamısını başlayın. siz də bilirsiniz. Sadəcə istədim bunu burada bir dənə haşiyə çıxam. Buyurun Eyzəngi müəllimə, verin. Onda Çıldız döyüşünün qarşısında ilk döyüş yazısı bizi aldadılar da, Bəli, elədir. sizi alladırlar. Sizi alladırlar, bəli. Bəs nə yazaq müəllim onda? Heç nə. Sizə Səhv heç götürürük, nə, səhv heç nə, cavab səhv kimi. götürün. Səhv götürün. Davam eləyək. Müəllimlər, həqiqətən mən hər dəfə dərsi bu şəkildə soruşuram. Bilirəm, bunun mənfi və müsbət tərəfləri də var. Mənfi tərəfi odur ki, biraz qıraqdan yorğunsuluq və adamı yuxu basır. Amma müsbət cəhət odur ki, sual-cavab eləyəndə bəzi toxunulmamış hissələr qalır. Və məsələn, Ay müəllim, sual-cavab biz yatmırıq, valla diqqətlə hamı mənə elə gəlir, hamı Asılıq qulaq bəli. asır, yuxu Ona Elə görə satır. də- yaxşıdır müəllim. ona Sual görə də cavabla yaxşıdır. cümlə getməyə çalışıram ki, hər şey yaxşı olsun. Çünki biz istər-istəməz təkrara qaydanda bu dərəcədə dərinliklərə qədər işləyə bilməyəcəyik. İndi yavaş-yavaş öz qaydasında gedirik. Buyurun Şəms müəllimə, deyin. Bəli, ondan sonra müəllim Molla Həsənli döyüşü olur. Bəli. Əslində Xudabəndənin oğlu bu Şirvan tutulurdu ya, Xudabəndənin oğlu olan Həmzə Mirzə Şirvanı azad eləmək üçün bəzi işlər görür və 1578-ci ildə əməliyyatlara başlayır da, yəni Şirvanı azad Bəli. etmək istəyir. Amma 78-ci ildə Molla Həsən döyüşü baş verir Ağsu çayı sahilində. Bəli. Burada müəllim, səhv eləmirəmsə, Krımlarla Osmanlılar birləşir ki, Səfəvilərin üzərinə yürüş eləsinlər. Bu yürüşün adı olur Molla Həsən. Həmin bu Molla Həsən döyüşündə Krım xanı məğlub olur. Hətta Bəli. Adil Gəraydı, səhv eləmirəmsə, Adil Gəray əsir alınır və hansı ki tutulan o Şirvan var idi, həmin o Şirvan Bəli. azad olunur. Bəli, Dərbənddən başqa bütün Şirvan azad olunur. Bəli. Ondan sonra deməli Niyazabad döyüşü baş verir. Şəms xan, bir daha sözünüzü kəsəcəm. Deməli ehtiyatlı olun. Krım türklərini ilk dəfə Azərbaycana 1578 Molla Həsənli döyüşündən qabaq gətirməyin. Bundan qabaq Krım türklərini gətirməyin. İkincisi, Molla Həsənli döyüşündə Osmanlıları qatmayın. Bu döyüş sırf Krımlarla Səfəvilər arasında olub. Osmanlıların orada olması haqqında kitabınızda məlumat getmir. Davam edək. Nətər onlar birləşib Səfəviyə qarşı mübarizə aparmırlar? Yox, o döyüş Niyazabad döyüşüdür. İkisinin birləşmiş tərəfi. Molla Həsənli də sırf Krımdır. Bəli. Davam edək. Onda biz Molla Həsəni deyəcəyik Krımla Səfəvi arasında olur. Bəli. Keçmişdə müəllim, Krımların o Krım xanının 3 dəfə gəlişini göstərirdilər. 78, Bəli, keçmiş. Bəli. Köhnə kitablarda keçir. Qanıq döyüşü zat var idi, bəli. Bəli. Davam edək Şəms. Sonra 1583-cü ildə Niyazabad döyüşü olur. Həmin bu Niyazabad döyüşündə artıq sizin dediyiniz kimidir də onda Niyazabad. Bəli. Bəli. Mən onu bilmirdim. Niyazabad döyüşü olur. Burada Səfəvilər, Qızılbaşlar qələbə qazanır. Düzdürmü? Bəli. Sonra da şey olur. Sufyan döyüşü olur 83-cü ildə. İndi bu arada dayanın. 1583 Niyazabad döyüşündə Səfəvilər qalib gəldikdən sonra Osmanlı hökmdarı 3-cü Murad özü üçün yəqin edir ki, yox, Səfəvilər düşündüyümüz qədər də aciz deyil. Ona görə də hansı dövləti Səfəvilərin üzərinə salır? Şeybanilər. Bəli. Səfəvləri sanki 3 məngəniyə salır. Şimaldan Krım, ondan sonra belə desək, şərqdən Şeybanilər, qərbdən isə Osmanlı salır. Və 80-ci illərdə təxminən 1584-də falan İrəvan Çıxırşət tərəfi itiririk, bu tərəfi itiririk. Və bundan sonra 1585-ci ildə hansı döyüşə gedirik? Sufyan. Sufyan döyüşünə gedirik. Bəli. Sufyan döyüşündə kimlər qalib gəlir? Sufyan döyüşündə Osmanlılar qələbə qazanır. Hansı şəhərimizi üstünə qoyurlar? Hansı şəhərimizi? Təbrizi. Təbrizi, bəli. Bir də hansı bazarda yandırırlar? Qeysəriyyə bazarını yandırırlar. Bir də ki, Niyazabadda Çuxurşət vilayəti tutulur ha. Bəli. Yəni o döyüşün bir neçə ayından sonra Çuxurşət vilayəti tutulur, İrəvan. Və Təbriz tutulur. Təbriz artıq demək olar ki, paytaxt deyildi. Təbrizi tutanlar hökmdar listəsində biri də əlavə olunur. Təbii ki, birinci Səlim, ondan sonra Sultan Süleyman Qanuni 3 dəfə, indi isə Təbrizi tutan hökmdarlar listəsinə 3-cü Murad da əlavə olundu. Məmməd Xudabəndə yazıq özü zəif olsa da Allah ona 2 dənə belə deyək güclü sərkərdəlik qabiliyyətinə malik olan belə deyim şahlar vermişdi. Onun biri Həmzə Mirzəli, biri isə Abbas Mirzəli, gələcəyin Şah Abbası. Bu dövrdə Osmanlılar müqaviləyə getmək istəsələr də deyirlər ki, bütün ərazilər bizdə qalsın. Həmzə isə hansı şəhərin ancaq deyir Təbriz, Təbrizin Qızılbaşlarda qalması ilə razıdır.
Bəli. Bu zaman Osmanlılar Onu Həmzə sui-qəsd Mirzənin, nəticəsində öldürür. bəli, bəli, yazığın Hə. belə deyək, bərbəri ilə əlaqə yaradırlar və Həmzə Mirzənin bərbəri onun şah damarını kəsərək öldürür. Osmanlılar onun bərbərini ələ keçirirlər saray daxilində. Və şah damarı kəsilərək öldürülür. Bundan sonra vəziyyət həddindən artıq çətinləşir və nəticədə 1586-89-da Osmanlılar demək olar ki, Azərbaycanın hər yerini tuturlar. İşğal edirlər. Bundan Bəli. istifadə edən Şeybanilər də harda möhkəmlənirlər? Xorasanda. Bəli, Xorasan ərazisində təxminən möhkəmlənirlər və bu əraziləri ələ keçirirlər. Və bundan sonra Məhəmməd Xudabəndəni hakimiyyətdən devirib onun yerinə kim gətirirlər? Şah 1-ci Abbası. Şah 1-ci Abbası gətirirlər. Şah 1-ci Abbas da gəlir görür ki, vəziyyət pisdir. Nəinki Azərbaycan bütün səbəblər əldən gedə bilər. Ona görə də məcbur İstanbulu qalır ki, imzalayır. hansı müqavilə getsin? İstanbul müqaviləsinə. İstanbulu. Və bununla da ikinci Səhv-Osmanlı müharibəsi bitir. Bəli. İstanbul müqaviləsi şərtləri Deməli, Ərdəbildir, Xalxaldır, Qaradağdır, Qəzvindir, Lənkərandır, sonra haraydı? Zəncandır. Bunlar istisna olmaqla bütün Azərbaycan torpaqları verilir Osmanlılara. Şərqi Gürcüstanla da İranın qərbi Osmanlı dövlətinin nəzarət altına keçir. Düz dedim? Bəli, müəllimlər, hal-hazırda çəkdiyim yer təbii ki, Ərdəbili verməz, Dədə-Baba torpağıdır. Qəzvin də verməz, paytaxtdır. Yerdə qalan onların arasındakı bütün ərazilər, bu təbii ki, bu əraziləri verməz, özündə saxlayacaq. Çünki helikopter falan da yoxdur, tutsun getsin. Yerdə qalan bütün hər yer, bütün Azərbaycan hamısı keçdi Osmanlılara. Bütün Bəli. Səfəvi yox ha, bütün Azərbaycan ehtiyatlı olun. Vəssalam, bax, Abbas belə bir müqaviləyə getdi. Abbas vaxt qazanmaq istədi. Abbasın ilk gördüyü işlərdən biri özünün belə desə, müasirlə desə, inaugurasiya mərasimi keçirdir. Və İskəndər bəy Münşi səfərlərimsə tarixi Alamaraya Abbası səndə yazır ki, Abbas hökmdar seçildiyi günün səhərsi qızılbaşları çağırır ki, bəs gəlin, belə desək, mənim and isməmi qeyd eləyək. Amma təxminən 107-yə yaxın Qızılbaş əmirinin başını bədəndən ayırtdırır. Təxminən. Niyə? Çünki Qızılbaşlar birincisi çox belə desək, həddən aşmışdılar. Saymırlar dövləti. İkinci bir tərəfdən şəxsi zəmində. Axı Şah Abbas, Məhəmməd Xudabəndə və adını bilmədiyim yadımdan çıxdı. Məhəmməd Xudabəndə və Məhdi Ülyad cütlüyünün uşağı idi. Xeyrəsə xanım gedir bəzi mənbələrdə. Bəli, odur. Anasının qisasını alınmalı. Bəli. Və anasının qisasını alır. Bəli, çünki Qızılbaşlar onun anasını öldürmüşdülər. Özə nə biabırcasına. Yəni Qızılbaşlar o dərəcədə həddən aşmışdılar. Və təbii ki, amma bir şey də yadda saxlayaq. Bilirsiniz, bu adam paytaxt İsfahana köçürdüb. Bu adam fars dilində belə deyim, danışmaqdan böyük zövq alardı. Bu adam nə bilim, Fars elementlərini gətirir. bəli, gücləndirib. Amma nə olursa olsun, türk dili həmişə sarayda nömrə 1-dir. Nə olursa olsun Qızılbaşlar həmişə nömrə 1-dir. Yəni bunu orta məktəb kitabına görə yox, həqiqətən Səfəvi dövrü mənbələrini oxuyanda orada yazırlar ki, kimin başı bədəninə ağırlıq edirdisə, o Şah Abbasın sarayında başqa dildə danışa bilərdi. Yəni bu türk dilinin necə önəmli olduğunu göstərir. Bax belə. Şəmis Məmməd, çox təşəkkür edirəm. Var olun. Siz sağ olun. Sonra Lalə xanım Quliyeva, səhv etmirəmsə familiyasını düz demədim. Yoxsa düzmü dedim? Hə, düz dedim. Abbas təbii ki, gələndə yazığa nə qalmışdı? Heç nə, parçalanmış dövlət və müxtəlif islahatlar keçirtdi. Onun inzibati islahatından danışaq, Lalə müəllimə zəhmət olmasın. Demək ki, 1593-cü ildə Azərbaycan prinsipini yenə qoruyub saxladı. Şah İsmayıldan sonra orada deməli Azərbaycan bəylərbəyliyini yaratdı. Və Azərbaycan bəylərbəyliyini yaratdıqdan sonra müəllim 1597-ci ildə paytaxtı 98-də paytaxtı Qəzvinə köçürtdü və Qəzvinə köçürdükdən sonra təbii ki, Qəzvin əhalisi etirazını bildirdikdə onun Abbasabad adlı şəhər saldırdı və Qəzvin əhalisinin bir hissəsini də ora köçürtdü. Yəni ümumiyyətlə əhalini köçürtdü. Paytaxtın yerinə baxaq. Qəzvindən paytaxtı köçürtdü İsfahana.
Azərbaycan bəyləbəyinin yaradır, ehtiyatlı olun müəllimlər. Bütün Aha, Azərbaycanı əhatə etməyib təbii ki bu. Bu bəli. yalnız əlində qalan, əlində qalan. Bəli, Lənkəran, bəli, ondan sonra Qarabağ, yəni bu ərazilərdə Azərbaycan bəylərbəyini yaratdı. Mükəmməl. Hərbi islahat haqqında da məlumat verək. Deməli, hərbi islahatda ilk növbədə tayfa prinsiplini ləğv etdirdi. Bu isə deməli Şah 1-ci Abbasla Monqol hökmdarı deməli Çingiz xanla oxşar cəhəti idi. Bəli, həmçində Məlikşahda da var bu, bəli. Milli Şahda da var idi. Deməli tayfa Bəli. prinsiplini ləğv etdi. Sonra deməli ordunu deməli böldü. Əsasən qızılbaş əyanlarına, topçular, tüfəngçilər, qulamlar deməli bu dəstələrə böldü və ondan sonra Bəli. deməli əsas deməli ordu dəstəsi, yəni daim nizami ordu dəstəsi qulamlar, topçular, tüfəngçilər oldu. Qızılbaş əyanlar isə yalnız belə deyək də müharibə vaxtı istifadə etdikləri döyüş oldu, ordu dəstəsi oldu. Döyüşlərdə istifadə etdikləri ordu dəstəsi oldu. Sonra Deməli, üzrlü sayın sözünüzü kəsirəm. Tək başına silah gəzdirməyi qadağan etdi. bəli, qızılbaş əyanlarına tək başına silah gəzdirməyi qadağan etdi. Tayfa müxtəlifliyi prinsipini irəli sürdü. İndiyə qədər səfərlərə əgər 7 qızılbaş tayfası ancaq qoşun verə bilirdisə, indi digər tayfalara da icazə verilirdi. Bir sözlə, hər kəs öz şəxsi qabiliyyətinə görə. Bundan başqa tayfa başçılığında elçilik prinsipini ləğv edib. Digər vəzifələrdə yox, yalnız tayfa başçılığında. Ordunu da çox gözəl qeyd elədiniz. Var daimi ordu, var qeyri-daimi ordu. Qeyri-daimi ordu kimlərdir? Demək, qeyri-daimi ordu qulamlar idi, topçular idi, tüfəngçilər idi. Bir də ki, Yox. Qeyri-daimi ordu qızılbaşlar. Qızılbaşlar idi. Daimi ordu, daim müharibədə iştirak edən ordu, topçular, tüfəngçilər, qulamlar. Yəni bunlar daimi ordu idi. Bəli. Və təbii ki, qulamlar da kimlərdən seçilirdi? Qulamlar deməli türklərdən olmayan, digər tayfalardan olan, yəni türk olmayan ümumiyyətlə, digər türklərdən olsun, az saylı ermənilərdən olsun, bəli, bunlar var. Bunlardan olan hissədən ibarət idi. Sonra topçular 500 nəfər, 500 min daha doğrusu top var idi. Bunlar daha çox belə deyək də müdafiə üçün qalaları müdafiə edirdi. Gəldik tüfəngçilərə. Tüfəngçilər isə deməli öz yəni tayfamızdan ibarət. Bir də az yaşlı daha çox istifadə olunurdu. Səhv eləmirəmsə, orada qeyddə deyilir ki, az yaşlılar cəlb olunurdu. Sonradan orada onlara təlim keçilirdi və ondan sonra onlar tüfəngçilər olurdu. Həqiqətlərdir. Bəli, tamamilə doğrudur. Bəs Şah Abbasın ordu islahatı haqqında nəsə deyə bilərikmi? Demək, Şah Abbasın ordu islahatı bir də onu deyə bilərəm ki, hal-hazırda da o prinsipindən istifadə olunur orduda. Yəni müasir dövrdə də o bölgüdən istifadə olunur. Bəs Şah Abbasın vergi islahatı haqqında nə deyə bilərik? Şah Abbasın vergiləri nisbətən azaldı. Bir də ki, elə şəhər vardı ki, məsələn Ordubad tamamilə vergini onlardan almırdı. Yəni ləğv etmişdi Ordubadda vergini. Çünki Ordubad üsyan qaldırmışdı. O ora daxil olarkən kömək etmişdi Osmanlılara qarşı üsyan qaldırdığına görə Ordubaddan deməli əhalisindən vergi toplanır. Amma Ordubad Naxçıvan bölgəsində həmişə şah hakimiyyətinə yaxın olub. O bilmirəm fikir vermisiniz yoxsa yox. Bəzən Ordubadlılara deyəndə ki, Naxçıvandansan, deyirlər ki, Ordubaddanam. Elə bil Ordubad amilini daha çox qabartmağa çalışırlar. Bu Ordubad ayrı-seçkili Səfəvilər dönəmindən gəlir. Maraqlıdır. Amma digər ərazilərdə vergiləri azaldır. Yəni ərazinin digər ərazilərdə əslində bəzi vergilərdə, bəzi ərazilərdə alınmayıb, amma hələ ki biz bunu bilək. Yaxşı, olsun əziz insanlar. Deməli, başqa nə ilə davam edə bilərik orada? Görəsən nəsə qaldımı? Abbasın hələ vəkili demək, yaxın adamı demək, Ordubadda olub da deyir. Bəzi mənbələrdə də deyilir. Bəli. Ona görə Ordubad başqa orada deyəcəyimiz elə bir şey yoxdur. Onu da belə eləyək. Təbii ki, qarşısına məqsədlər qoyubdur. Və ilk məqsədi kimi Lalə müəllimə kimləri uzaqlaşdırır? Deməli, ilk məqsəd kimi Xorasandan deməli geri qaytarmalıdır. Şeybanilərdən, Özbəklərdən Xorasanı geri qaytarmalı idi. İkinci, Osmanlılardan bütün torpaqları azad etməli idi, yəni işğal olunmuş. Üçüncü isə deməli Portuqaliyalılardan Hörmüzü geri qaytarmalı idi. Yəni nə vaxt Şeybaniləri götürdü? Bəli, qarşısına qoyduğu bu məqsədi deməli həyata keçirtməkdən ötəri o islahatları keçirtmişdi. Həm ordu islahatı, həm inzibati islahatlar, vergi islahatları. İlk növbədə hansı tədbiri gördü? Deməli, ilk növbədə deməli Şah Abbas ümumiyyətlə Qərbi Avropa ölkələrlə diplomatik əlaqələrdə oldu. Deməli və o diplomatik əlaqələr apardığı ölkələr deməli Venesiya idi, sonra İngiltərə idi, Fransa idi, İspaniya idi. Deməli İspaniya bu
bu dövrdə Portuqaliya ilə müharibə apardığına görə hətta İspan kralı 3-cü kim idi? Antiox idi? Yox, nəysə onu qarışdırdım İkinci müəllim. Filip. Onunla İkinci müqavilə Filip. bağlamışdı. Hə, aha, Filip onunla müqavilə bağlamışdı ki, yəni Portuqaliyaya qarşı mübarizədə Səfəvlərə kömək eləyəcək. Deməli, digər Aha. yəni da təbii ki Osmanlıya qarşı olduğuna görə Səfəvlərlə ittifaq quruldu. Bir də bu dövrdə Şah Abbas Monqol imperatoru ilə də diplomatik əlaqələrdə olmuşdu. Yəni Əkbər Şahın dövrü. Ümumiyyətlə Əkbər Şah deyəsən heç kimin xəttinə dəyməyib. Osmanlı ilə dost olub, Osmanlının düşməni Səfəvi ilə dost olub, Səfəvlərlə dost olub, Səfəvlərin düşməni Portuqaliya ilə dost olub, Səfəvlərlə dost olub, onların düşməni Şeybani ilə dost olub. Venesiya ilə əlaqə verilmir. Ehtiyatlı olun. Venesiya ilə Bəli, ikinci Filiplə müqavə də verilmir. Buna da ehtiyatlı olun. Əsasən İngiltərə ilə yaxınlıq eləyir. İngiltərə. Bəs və hansı İngiltərə hökmdarı ilə müqavilə bağlayıb? Hansı İngiltərə hökmdarı ilə? Deməli bu dövrdə 1500 o qadın Yezavetta, 1-ci Yezavettanın dövrünə düşür hə müəllim? Yox. Partizanları çıxardanda. Yakobdur. James, köhnə kitablar Yakov, bəli. James. Bəli. Ona köhnə kitablar Yakov deyirdi də. Bəli. O da niyə Yakov deyirdilər? Axı bizim tarix yazanlar araşdırmırdılar. Götürmüşdülər rus kitablarına götürmüşdülər. Elə rus kitablarında onların adı Yakov gedir. Copy-paste eləmişdilər. Sonra yaddan düşdü ki, bizdə Yakov yoxdur axı. Ona görə onu James-dən əvəz elədilər. Bir balaca gec baxdılar, amma baxdılar. Aha, 1621, bəli, Stuartlar sülaləsi, bəli. 1622-də də Portuqaliyadan Hörmüz geri qaytarılır. Təbii ki, İngilislərin köməyi ilə. Bəli, buraları Portuqaliyadan azad etdilər. Vəssalam, bu əsas da buranın, bu qırmızı hissə. Olsun. Tamam, bu hissəni bildik. Yaxşı, olsun. Bir dənə də sizlə müharibəyə girək, ondan sonra baxarıq. Osmanlı müharibəyə girir və 17-ci əsrdə müharibə başlayır. Bu sadəcə 3-cü, 17-ci əsr baxımından isə sadəcə 3-cü, 17-ci əsr baxımından birinci mərhələdir. 1603-1612. Buyurun, məlumat verin o barədə bizə. 1603-cü ildə Təbrizə daxil olur. Təbii ki, burada Təbriz əhalisinin də böyük dəstəyi olur. Çünki onlar Osmanlıya qarşı üsyan qaldırmışlar və bununla da Təbriz azad olunur. 1603-cü ildə Təbrizin azad olması ilə bütün Cənubi Azərbaycan torpaqları azad olmuş hesab olunur. 3-cü ildə Naxçıvan, Ordubad, Culfa, bu ərazilər və Ordubad əhalisi bayaq vurğuladıq. Köməklik edir Osmanlı, üsyan qaldırırlar Osmanlıya qarşı və Səfəvi 1-ci Şah Abbasa yəni köməklik göstərirlər və ona görə də yenə də vurğulayıram ki, Şah 1-ci Abbas onları vergidən azad edir. Məhz ona dəstək olduqlarına görə. Sonra 1603-cü ildə İrəvan mühasirəyə alınır. Yalnız 1604-cü ildə Çuxursət İrəvan ərazisi azad olunur, birləşdirilir Səfəvi torpaqlarına. Sonra 1605-ci ildə Sufyan 2 döyüşü baş verir. Artıq bu hadisələr baş verəndən sonra indi Osmanlı bu hadisələrə reaksiya verməlidir. Axı indiyə qədər Osmanlı bu hadisələrə reaksiya verməmişdi. Və artıq Şah Abbas belə deyim, aktiv hücumdan çəkilir müdafiəyə. Müdafiə çəkir çünki kimlər gəlir? Osmanlılar gəlirdilər. Bəli. Bir də bayaq dediyimiz kimi, təbii ki, bu əraziləri dediksə, özünü xüsusi yaxşı vurğuladınız. Demək olar ki, bu ərazilərin, indiyənə qədər olan ərazilərin azad olunmasında Şah Abbasın bir dənə əsas rolu İrəvanda oldu. Yerdə qalanlar demək olar ki, əhalinin köməyi ilə alınmışdı. Ona görə məsələn, sual düşür ki, Təbrizi Şah Abbas azad edib, o cümlənin gəlişinə fikir vermək lazımdır. Təbriz əslində Şah Abbas Osmanlıdan azad eləmirdi. Əhali üsyan qaldırıb Təbrizi Şah Abbasın üzərində açır, qapısını açır. Və yaxud Ordubad olsun, və yaxud Naxçıvan olsun, və yaxud Culfa olsun. Məsələn, tutaq ki, 2 dənə şəhər var. Gəncə ilə, məsələn, Təbriz. Yazılır ki, Şah Abbas Osmanlılardan alıb. Fikirləşdən ki, mən bunu necə aparım ikisinə də? Uyğun gəlmir axı. Bir şey 2 yerə gedə bilməz. O zaman fikirləşməyin. Gəncəni götürün, Qarabağı götürün, Şirvanı götürün, İrəvanı götürün. Amma Naxçıvandır, Culfadır, Ordubaddır, Təbrizdir. Bunlarda Şah Abbasın mühüm rolu yoxdur. Diqqətli olun. İncə bir məqamda gəlir. İnanmıram, amma nəysə. Davam edin. Sufyan döyüşü baş verir və Sufyan döyüşündə Şah 1-ci Abbas Turan taktikasından istifadə edir və burada da Osmanlıların yəni Şah Abbasın ordusundan çox böyük olan ordusunu məğlubiyyətə uğradır.
Sonra 1606, 1600, 1605, 1607-ci Burada bir ildə neçə məsələni vurğulamaq istəyirəm Lalə müəllim, sözünü kəsim. Deməli, bu adam həm də burada böyük sürgün və yaxud yandırılmış torpaq taktikasından istifadə eləyir. Bu Şah Abbasda da var. Eyni zamanda onun yandırılmış torpaq taktikası siyasəti istifadə etməkdə iqtisadi məqsədi nə idi? Deməli, o istəyirdi ki, Osmanlının əlində olan o ticarət yolları keçsin Səfəvilərin və Avropa ölkələri ilə qızılbaş ipəyini özü buradan, yəni Avropa ölkələrinə ötürsün. Yəni Hindistan yolunu da təbii ki, əldə etmişdi. Bu vasitə ilə edəcəkdi gələcəkdə. Bu vasitə ilə Avropaya yol açsın. Yəni ipəkçiliyi, Səfəvi ipəkçiliyini Avropa özü ticarətində özü ələ keçirsin. Ona görə Siyasi məqsədi nə idi? Azərbaycana Osmanlıların belə deyək də, ayaqlarını ümumiyyətlə heç tamamilə buradan üzməyi idi. Osmanlıları buraxmamaq idi Azərbaycan torpaqlarına. Bəli, davam eləyək. Sonra demək dedi ki 1606, 1605, 1607-ci ildə demək olar ki, bütün torpaqlar, bura daxil idi Şirvanşahların ərazisi, Şamaxı, ondan sonra Bakı, Dərbənd, Qarabağ, yəni bütün bu torpaqlar azad olundu. Amma təbii ki 1607-ci ildən sonra müqavilə bağlanmadı. Çünki Osmanlı yəni bütün bu torpaqları Səfəvi dövlətinə vermək istəmirdi. Səfəvilər işğal etmişdi, amma bunu müqavilə halında imzalamaq istəmirdi və ona görə də onlar yenidən 100 min nəfərlik ordu ilə Şah Abbasın üzərinə gəlir və bu zaman Şah Abbas yenə də yandırılmış torpaq taktikası və böyük sürgün taktikasını həyata keçirdir. Bu təbii ki İrəvan, Culfa, Ordubad ərazisində olur. Orada Naxçıvanda, İrəvanda, Ordubadda əhalini buradan sürgün edir və bu daha çox Mazandırana, İsfahana, İranın digər vilayətlərinə burada yaşayan əhalini köçürdür. Təbii ki, 3-cü Murad daxil olanda burada heç bir heç bir belə deyək də əlinə keçən heç bir qənimət tapmadığına görə Naxçıvana od vurub yandırır. Yəni bu Sultan Süleymanla bir növ oxşar cəhətləri idi. Lalə müəllim, o dedikləriniz mən bildiyim qədərilə şeydə qalmayıbdı, artıq belə desək, təzə kitablarda qalmayıb. Çünki demək olar ki, Abbasın 1603-1612-ci müharibəsini Sufyan döyüşü ilə, Sufyan döyüşü bu müharibənin həlledici döyüşü olur, ondan kifayətləndirirlər. Bir də ehtiyatlı olaq. Bu dövrdə Şah Abbas müharibə apardığı dövrdə Osmanlıda hakimiyyətdə məşhur Sultanahmet camisini tikdirən birinci Əhməddir. Birinci Əhməd, bəli, 1603. Sadəcə 1607-ci ildə Osmanlı ona görə sülhə getmir ki, deyir 1590 İstanbul müqaviləsi qüvvədə qalsın. Səfəvilər ona görə sülhə getmir ki, deyir Amasyanı istəyirik və 5 illik mübarizədən sonra müqavilə bağlanır. Eyni zamanda Şah Abbas bu dövrdə Şərqi Gürcüstanı da alıb, Loru və Tiflis. Və maraq üçün deyim, Şah Abbas nəinki Şərqi Gürcüstanı, hətta Çaldıran döyüşündə Səfəvilərin itirdiyi Şərqi Anadolunu da almışdı. Niyə maraq söylərəm? Çünki bu kontekst kitablarda getmir. Amma nədənsə Qəsr-Şirin müqaviləsində təzədən Şərqi Anadolu bizim köhnə kitablarda verilməli. Köhnə kitablarda Şərqi Anadolunu da verir ki, bəli, lap köhnə kitabları idi o, bəli. Aha, bu belə. Vəssalam, və 1613-də gedirik Səraba. Zəhmət olmasa onun da şərtlərini bizə bir daha xatırladı. Amasya sülh müqaviləsinin şərtləri təkrarlanır. Tək bir dənə fərqli cəhəti olur ki, müəllim, Terik qalasına qədər ərazilərin dağıdılmasına Səfəvilər Osmanlılara icazə verir. Yəni burada Səfəvilər göz yummalı idi. Osmanlılar Terik qalasına qədər əraziləri dağıtmalı idi. Güya ki, Osmanlılar bizi qısqanırdı Ruslarla yaxınlaşdığımıza görə. Maraqlıdır. Vəssalam. Çox təşəkkür edirəm aləmim. Allah sizə razı olsun. Sağ olun. Sonra müəllim yoldaşlarımızdan bir nəfər götürsün mikrofonu, estafeti görək. Aynur xanım buradadır. Buradadır. Buyurun əziz insan. Davam eləyək sizlə. Səraf Olmasam ondan müqaviləsi nə yaxşıdır, qədər? müəllim. Necə? Olmasam deyirəm ondan yaxşıdır. Niyə ki? Çünki yarı buradayam. Yarı o biri imtahanların əlindəyəm. Ona görə. Sərab söhbət. Canımsınız. İnşallah bütün cəbhələrdə uğur qazanarsınız inşallah. Amin, amin. Biz sizə inanırıq. Buyurun, Səraf müqaviləsi neçə il qüvvədə qalır, nə baş verir, zəhmət olmasa. Aha. Demək, 12-ci ildə imzalanır. Bəli. Amma 16-18-ci ildə yenidən müharibə başlayır. Bəli. Çünki bu sülh möhkəm olmur. Ona görə də sərhəd bölgələrinə ki, Şah Abbas yürüş eləyir. Bu 1-ci Əhmədi narahat eləyir. Bəli. Bu səbəbdən təzədən müharibə başlayır 1616-cı ildə. Bəli. Ona görə də demək İrəvana hücum olunur. Buna görə də Səfəvi qoşunu məcbur onları mühasirə alıb geriyə itələyir, belə deyək. Bəli.
Sonra 18-ci ildə Sınıq körpüdə döyüş olur. Bəli, Amma Sınıq körpüyə qədər onlar gəlirlər. Ərdəbilə qədər irəliləmiş olurlar. bəli. Yenə də bu Sınıq körpü ilə 1583-cü il ona görə oxşardı ki, burada Osmanlı qoşunu ilə Krım xanı qoşunu birlikdə mübarizə aparır. Tamamilə doğrudur. Demək 18-ci ildə bu dəfə gəlir Gənc Osman gəlir hakimiyyətə onlarda. Mübarizə Əhmədlə başlasa da Gənc Osmanla müqavilə bağlayırlar. Bəli. 18-ci ildə müqavilə bağlanır. Bu müqavilə də Mərənd sülhü adlanır. Müqavilənin şərti demək olar ki, təkrarən 2-ci İstanbulu və Amasya sülhünü təkrarlayır. Ona Bəli. görə də yenə də Şərqi Anadolu, Şərqi Gürcüstan, Azərbaycan ərazisi qalır Səfəvilərdə. Yenə də yəni Osmanlı, Gənc Osmanlı da 1-ci Şah Abbas arasında dostluq müqaviləsi olur. Bununla da 1-ci Şah Abbasın həyatında həm Osmanlılarla müharibə, həm ondan dostluq münasibətləri yəni qeyd olunmuş olur. Möhtəşəm. Burada bir məsələni vurğulamaq istəyirəm. Bilmirəm bu hal-hazırda kitablarda qalır yoxsa yox. Orada deyir ki, Sərhəd müqaviləsindən sonra belə bir cümlə işlədir ki, Amasya müqaviləsi tam oturur. Amma 1618-ci il Mərənd sülhündən sonra isə belə bir cümlə yazılır ki, Osmanlılar Səfəvilərin Amasya müqaviləsindəki sənədləri tanıyırlar. Çox maraqlı cümlədir. Tanıyırlar. İlki abituriyentim sual verir ki, müəllim, bəs indi bunu necə eləyək? Bu cümlə hardan qalıbdı burada? Mən fikrimi belə əsaslandırıram. 9 noyabrdan 10 noyabra keçən gecə İlham Əliyev, Nikol Paşinyan və Vladimir Putin müqavilə bağlayırlar və müqaviləyə görə belə desək 27 sentyabr və 10 noyabra qədər olan bizim azad etdiyimiz ərazilər bizdə qalır. Mən bunu Sərhəd müqaviləsinə bənzədirəm. Amma hələ də Ermənistanla bizim aramızda Mərənd sülhü imzalanmayıb. Yəni bizdə hələ ki yekun sülh müqaviləsi imzalanmayıb ki, ermənilər bizə desin ki, biz sərhədlərin bax, belə desəm, demilitarizasiyasını tanıyırıq və bunlar olmalıdır. Bax, belə bir şeylə təxminən. Çünki tanınma, yəni Azərbaycan ərazilərinin sərhədlərə məxsusmusa tanınması sözünü biz Mərənddən sonra görürük. Və Anil Məmməd çox gözəl qeyd elədi. Şah Abbas heç də həmişə Osmanla mübarizə aparmayıb, 2-ci Osmanla dost olub. Yazıq 2-ci Osmanlı faciəvi yeniliklərin qurbanı bir gün olur. görmədi, öldü getdi. Davam eləyək, çox gözəl. Davam eləyək. Eləyək. Hörmüzün azad olunmasına gələk. Bəli. Demək, Hörmüzü də arada azad eləyək, bəli. Onu bir daha azad eləyək. Bəyəqəsdən Laləməni azad elədik, amma xronologiya. İstəyirsə başqa bir yerə keçək. Yox, elə onu da bir neçə cümlə arada deyək, gedək. Aha. Demək, Hörmüzün azad olunması Şah Abbasın qarşısına qoyduğu məqsədlərdən biri idi. Buna görə də 1621-ci ildə 1-ci Jamesdən o müqavilə bağlayır. 1622-ci ildə onların köməyi ilə Portuqaliya azad olunur. Şah İsmayılın dövründə itirilmişdi. Sonra başqa belə Hörmüz də azad olundu, elə bir şey olmadı. Sonra 1622-ci ildə yəni demək yenidən Səfəvi Osmanlı müharibəsi başlayır. Bu vaxtı hakimiyyətdə 4-cü Murad olur. Bəli. Demək Dəli Mustafadan sonra gəlir hakimiyyətə. Bəli. Demək Osmanlı burada necə müharibə başlaması səbəbi nə olur? Çünki orada Gənc Osman Yeniçərilər tərəfindən taxtdan salınır, Dəli Mustafa taxta gəlir. Yəni dolayısıyla çəkişmələr baş verir Osmanlı sarayında. Sonra Bağdadda Osmanlıların nəzarətində idi, amma onlar Səfəvilərə müraciət edirlər. Şah Abbas da bundan istifadə edərək yeni bir müharibəni başlayır. Yəni qarşısına qoyduğu məqsəd də bu Ərəb İraqını, Bağdadın, Mosulu, Kərbəlanı əlinə keçirmək idi və bunu ümumiyyətlə azad eləyir, amma azad eləməsinə baxmayaraq Şah Abbas 1629-cu ildə gedəndən sonra yerinə gələn nəvəsi Səfi torpaqları əlində saxlaya bilmir. Demək, qoşunla 4-cü Muradın qoşunu, 4-cü Murad ümumiyyətlə Türk tarixində həm də Bağdad Fatihi kimi tanınır. Bəli, çox güclü hökmdardır. Sadəcə olaraq hakimiyyət illərinin əvvəlləri ona görə uğurlu olmalı ki, Şah Abbas kimi bir əjdaha ilə üzbəüz gəlmişdi. Həm əjdaha ilə üzbəüz gəlmişdi, həm də onun yaşının aşağı az gənc bir vaxtıydı. Anası onun yerinə, Kösəm onun yerinə idarə eləyirdi. Ana da anaydı da. Ana da anaydı. Ana da anaydı, amma axırda ilk boğdurulan qadın kimi tarixə düşür. Bəli.
Ə, Hürrəmdən fərqli olaraq axıra qədər gedə bilmədi. Hə, bəli, bəli. Yəni orada yeganə olaraq gəlini özünə qənim olmağı bacarır. bəli. Demək 4-cü Murad 35-ci ildə İrəvanı ələ keçirdir, 38-ci ildə Bağdadı ələ keçirdir. Və nəticədə etibarilə demək Bağdad ələ keçiriləndən 1 il sonra 39-cu ildə Qəsr-i Şirin sülhü imzalanır. Qəsr-i Şirin sülhünə görə də yenə də Amasyanın şərti bərpa olunur və Bəli. demək burada Şərqi Anadolu Osmanlı dövlətinə qaytarılır. Eyni zamanda Axıskada, Vanda, Kərkükdə bütün bu torpaqlar Osmanlıların əlinə keçmiş olur. Amma burada Bəli. İrəvan Səfəvilərdə qalır. Bəli. Demək, Osmanlılar da Səfəvilərdən söz alırlar ki, onlar qalalara hücum etməyəcəklər. Bu qalalar Axaskdır, Qarsdır, bir də Van Bəli. qalasıdır. Bəli, bəli, bəli. Demək, bu Kirmanşah vilayətində imzalanır, orada Qəsr-i Şirin Bəli. sülhündə. Bəli. Belə, elə bir şey yoxdur. Bir də ki, bu Qəsr-i Şirin sülhü ilə də artıq uzun müddətli Bəli. sakitçilik çökür. Şah II Abbas da, Süleyman Şahın özü də nə qədər təhrik eləsələr də onlar Osmanlılarla müharibəyə qoşulmurlar. Bəli. Hətta Süleymana Avropa dövlətləri 1684-də müraciət Bir etsə də müqəddəs birliyə qoşulmağı təklif edirlər, o etiraz eləyir. çox təşəkkür edirəm. Çox təşəkkür Mən edirəm. təşəkkür Var edirəm. olun. Çox Minnətdaram. sağ olun. Sağ olun. Demək olar ki, xəritə və digər Sayın işlərdən bəli, 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 Allah sizə var eləsin. Xəritə və digər işlərdən yekunlaşdıq. İndi boş qabıq üzrə, boş vərəqə keçək və digər sual-cavabı da davam etdirək. Görək yoldaşlardan başqa kimlər var. İndi kimə söz verək, müəllimlər? Buyurun. Kimlə davam eləyək? Elə bir şeyimiz qalmayıb. Yəqin ki, bir maksimum 5-10 dəqiqəlik bəzi. Danışaq. Danışaq. Vüsala xanım, siz Mən üzr Mehdiyeva. istəyirəm, bu idarəetmə sistemi müzakirə olundu. Mənim diqqətimdən Yox, qaçdı yox, yoxsa? yox. Onları saxlamışam. Hələ siyasi hadisələrə gəlim. Elə onları deyirəm. Onları saxlamışam. Aha. Vüsala xanım, Bəli, mənim axşamınız xeyir bir daha. axşamınız xeyir. Tovuzda salam olsun. Aleyküm salam. Qar yağmır hələ? Yox, yağış yağır. Hə, tamam. Rozunu bərəkətli olsun inşallah. İnşallah. Başlayaq. Deməli bizdə Səfəvilər teokratik dövlətdir. Yəni Bəli, dini idarə etməyə əsaslanır. dini idarə etməlidir, bəli. Biz bunu Əkbər şahzadə görmüşük, böyük Moğolda, amma o Səfəvilərdən sonradır. Aha. 16-cı əsr Şumerdə də Səfəvisinə. belədir də müəllim, teokratik Bəli, bəli, dini bəli. də. 16-cı əsr Səfəvisinə baxaq, bir də 17-ci əsr Səfəvisinə baxaq. 16-cı əsrdə birinci yerdə Səfəvilərdə kim dayanır təbii ki? Şahdır və qeyri-məhdud hakimiyyətə malikdir. Qeyri-məhdud hakimiyyətə. Həm dünyəvi hakimiyyətə malikdir, həm də Həm də dini hakimiyyətə. dini. Yəni bir sözlə ölkənin həm prezidentidir, həm də ali ruhanilərin başçısıdır. Başçısıdır. İkinci adam ondan sonra kim gəlir? Vəkildir. Vəkil də şahdan sonra şahın həm dini, həm də dünyəvi işlər üzrə tam hüquqlu müavini sayılır. Bəli. Qaraqoyunlu Ağqoyundan fərqli olaraq burada ikinci adam vəkildir. Üçüncü adam isə Bəli. Əmir Əmir İmarədir. Əmir Əlimarada ordu komandiridir. Bəli, dördüncü adam isə Dördüncü adam da vəzirdir. Bu da maliyyə işlərinə baxır, xəzinəyə nəzarət eləyir, ölkənin inzibati işlərinə nəzarət eləyir. Bu da bəli. vəzirdir. 17-ci əsrdə yenə birinci yerdə şahdır, həm dünyəvi, Bəli. həm dini. İkinci yerdə Bəli. vəkil vəzifəsinin artıq sarsıldığını görürük. İkinci yerdə vəzir və yaxud Vəzir. sədrdir. Yerdə qalanları Bəli. uzatmaq istəmirəm, qalırlar. Burada nələrdə diqqətli olmaq lazımdır? Burada biraz 16-cı əsrdə anormallıq var. Yəni 16-cı əsrdə şahın dünyəvi işlərinə kim rəhbərlik eləyir əslində? Dünyəvi işlərini kim görür? Baş vəzir. Başqa. Dini işlərini kim görür? Sədr. Sədr. Amma şahın həm dini, həm dünyəvi işlər üzrə müavini vəkildir. Biraz mənasızlıq var. 17-ci əsrdə isə bir qanunyuyğunluq var. Elə şahın dünyəvi işlərini kim görürsə, demək olar ki, onun dünyəvi işlər üzrə müavini o olur. Dini işlərini kim görürsə, elə dini işlər üzrə müavini o olur. Vüsalə xanım, deməli 16-cı əsrdə Səfəvilər bəylə-bəylərə bölünüb. Ümumiyyətlə Səfəvilər tarix boyu həmişə nə qədər ki mövcudlar bəylə-bəylərə bölünüblər. Əvvəl kim bəylə-bəylik olub? Hansı bəylər-bəyliklər Qarabağ olubdu? və Təbriz bəylərbəyliyi. Sonra isə
Hə, Bir sual verin mənə buyurun, bəylərbəyliklə bağlı. buyurun. Sonra 1538-də Şirvanşahları tabe etdikdən sonra Şirvan bəylərbəyliyi yaradılır. Bəli, Bu bəli. Çuxursət bəylərbəyliyin yaradılmasını biz 1604-mü Çuxursət, götürürük yoxsa Çuxursət bəylərbəyliyinin yaranmasını əslində Məhəmməd Xudabəndənin dövründə o bəylərbəylik yaranır. Sadəcə onu Aha. kitablarda vermirlər. Mənim O təzə Məhəmməd kitablarda onun ilini 1502 kimi götürüblər. O da biraz nəsə mənə çatmadı, aydın olmadı. Ya, o Rəvanqulu falanla bağlı, İrəvan falan. İndi ola bilər onu dəyişdirib, nəsə İrəvanın o tarixini, nəsə biraz ola bilər keçmiş falan nəsə bir şey eləsinlər. Amma əslində Çuxursət bəylərbəyinin bəylərbəyi statusunu qazanmasını Məhəmməd Xudabəndənin dövrü götürmək daha düzgündür. O sizə düşməyəcək. Aha, Səfəvilər bəylərbəyliklərə bölünür. Bəylərbəyliklər nələrə bölünür təbii ki? Mahallar da şəhər və kəndlərdir. Mahallar Mahallarda 16-cı kəndlərə və əsrdə. şəhərlərə bölünür. Bəli. Bəli, naiblər idarə Bəylərbəyini kim edir. idarə eləyir? Bəylərbəyləri kim idarə Bəylərbəylər. edir? Bəylərbəy. Bəylərbəylər. Mahalları 16-cı əsrdə naiblərdə, 17-ci əsrlərdə qolbəy. tamamilə doğrudur. Onda Qolbəyini də bu bir tərəfə yazaq. Aha. Bəli. Hı-hı. Şəhərlər kələntərdir, kəndlərdə kəndxuda. Əla, super. Burada bir məsələ var, mənim diqqətimi çəkir. Fikir verirsinizsə, 17-ci əsrdə sultan vəzifəsi verirlər və xan vəzifəsi verirlər. Bəli. 16-cı əsrdə isə sultan və xan vəzifəsini vermirlər. Yaxşı, xanla razılaşıram. 17-ci əsr, tamam. Amma sultan vəzifəsini sırf 17-ci əsr vermək olmaz. Axı 16-cı əsrdə də Səfəvilərdə sultan vəzifəsi var. Məsələn, xanlıqlar mövzusunda belə bir şey keçir. İlisi sultanlığı. İlisi sultanlığı nə vaxt yaranıb? 16-cı əsrdə. Deməli, 16-cı əsrdə Səfəvilərdə sultan vəzifəsi var idi də. Yəni, bir balaca başlayaq bir şeydir. Sultan vəzifəsi burada da var, burada da var. Sonra, orada Hüseyn bəy Şamlı var, Şah İsmailin belə desək, hakimiyyətə gəlməsində mühüm rol oynamışdı. Sonradan müəllimi Şah İsmail onu cəzalandırır, separatizmlə məşğul olduğuna görə. Bəli. Belə şeylər var orada. Səfəvi ordusunda çərik nədir? Qorçubaşı Bəli, Qorçubaşı rəhbərlik etdiyi bir dəstə hesab olunur. İndi elə yerlərə gəlib çatmışıq ki, yəni bilmirəm orada konkret hansı hissələr qaldı gözümüzdən qaçsan, zaman-zaman baxarıq. Bu arada fürsətdən istifadə eləyək, abidələrə də baxaq. Zəhmət olmasa 16-cı əsr Səfəvi abidələrinin adını çəkək. Abidələr mənim ən yaralı yerimdir, mədəniyyət mövzuları. İnanırsınız, mən çox mövzunu bugün oxumamışam. Bilirəm ki, səhv eləmişəm, amma oxumamışam. Aha. Müəllim, bu abidələri, bir dəqiqə üzr istəyirəm, mən belə yadda saxlamışam adla 17-ci əsri Can kişi. Müəllimlər belə yadda saxlasalar, məncə yadlarında qalar. Başkəndlərlə falan yadda saxlamısınız? Bəli, bəli. Can kişi yazanda 17-ci əsr abidələri belə yadda qalır. Can kişi. Bəli. Vəssalam. Görsün, mən də bugün öyrəndim. Bəli. Bu daha yadda qalandı, bu metodla öyrəndim. Mən də abituriyyentlərimə bunu deyərəm. Maraqlıdır belə. Maraqlıdır, həqiqətən maraqlıdır. Onu necə, hansı formada açıqlama eləmisiniz? Məsələn, Cümə məscidi, Atəşkəs məscidi, Nardarandı, Kələxanadır, bir də burada Şibli Karvansara. Bunu belə düzəndə Can kişi yadda saxlayanda 17-ci əsr yadda qalır. Həqiqətən mən bu günü qazandım. Maraqlıdır. Versiyadır. Maraqlı. Bunu biraz tez deseydim, mən bunu çoxdan əzbərləmişəm. Müəllim, bir dənə də metod müqəddəs. Ən yaxşı bildiyim. Osmanlıya qarşı ki o ittifaq var, Venetsiya, Polşa. Onu da V, A, M, P, R yadda saxlayanda yadda qalır. Vampirlə, hə? Bununla yadda qalır. qalır. Hardasa mənim qabağıma çıxmışdı. Elədir. Yaxşı, onda bir saniyə məlumat dəstək kampaniyasına qoşulaq. Deməli, 16-cı əsrdə Şeyx Cüneyd məqbərəsidir. 1544-dür, Qusardır, ehtiyatlı olun. Nəyə görə deyirəm ehtiyatlı olun? Çünki adətən şeyxləri deyəndə adam Ərdəbilə qaçmaq istəyir. Bəli, Cənubi Azərbaycan. Qusardadır, ehtiyatlı olun. Əlincə çay üzərində körpü 16-cı əsrdir. Ehtiyatlı olaq. Əlincə qalasa 9-cu əsrdir. Əlincə çay xanəgahı 11-12-ci əsrdir. Əlincə çay üzərində körpü 16-cı əsrdir. Bax, burada da ehtiyatlı olaq. Şərq darvazaları isə 1586-89-dur. Bu məsələni bildik. Gələk 17-ci əsr. Cankişi müəllimə gələk. 17-ci əsr. 17-ci əsrdə Cümə məscidi var. Harda? Gəncədə Cümə məscidi var. Sonra müəllimin dediyi kimi, o fikir kimin fikridir? Aynur müəllimənin fikridir, yoxsa Şəms müəllimənin fikridir? Mən dedim müəllim. Onu davam eləyək. C-dan sonra nəyə veririk? A-nı veririk. A-nı veririk.
Atəşgah, Suraxanıda atəşgah. Suraxanada atəşgah. Aha. İndi Bəli. bir dəqiqə. Suraxanada atəşgah. Ehtiyatlı olun ha, 17-ci əsrdir. Məsələn, mən həmişə abituriyentlərimə deyirəm ki, atəş gətirib yazarlar ki, Sasanilər dövründə Suraxanada Hind atəşpərəstlərinin məbədi. Uşaq da fikirləşir ki, atəşpərəstlik, bu da atəşpərəstlik. Deməli, Sasanilər dövründə götürər. Bir anlıq beyin gedə bilər, ehtiyatlı olaq. Sonra davam eləyək. Sonra Nardaranda məscid, hə? Nardaran məscidi 1663-cü ildə. Ehtiyatlı olaq. Mardaran qalası isə 13-14-cü əsrdir. Aha. Sonra? Sonra nədir? Şamaxıda olan Kələxana məqbərəsi Kələxana. 1663-cü ildə. Bəli. Ardınca da gəlirik Təbrizdə Şibli Karvansara. Bəli, Şibli Karvansarası Təbrizdə. Müəllimə, bu can kişinin iyisini tapa bilmirəm axı. Hələ onu yerinə qoymaqla məşğulam. Onu ki mənasında. Belə deyək də, hə də qısaldaq, onu ixtisar edək. Qısa mənasında. Yox, işin də bir tərəfi bilsin nədir? Burada kişi çıxmır axı. Çünki ərəblərdə kişi hərfi yoxdur. O kələxanadır. Soçman ki, burada da bir dənə o iti. Ərəb dilində kələ sözünün mənası xeyr deməkdir. Yəqin ki, o boş bir meydan olub. Ona görə ona kəlləxana deyiblər. Maraqlı. Mən ərəb belə dilində yadda saxladım, gördüm yadımda qalır ona görə. Valla bu can kişi ilə tutanda bildiklərim də yadımdan çıxır. Bayaqdan beynimdə quraşdırmağa çalışıram. Bu formada yadda saxlayıb. Can kişini qoyduq qırağa. Bildiklərim yadımdan çıxır. Bəli. Kəlləxana məqbərəsində yadda qalır. Kəlləxana məqbərəsində ehtiyatlı olun. 1663-dür, Şamaxıdadır. Şamaxıda olmağı yadınızda birdən qalar. Amma 1663 yadınızda qalmaz. Götürüb apararsınız Şirvanşahlar dövlətinə. Ha, ehtiyatlı olun. 125 ildir Şirvanşahlar dövləti yoxdur. Şibli Karvansarası var. Bir də təbii ki, Ordubadda Qeysəriyyə bazarı var. Ehtiyatlı olaq. Əgər Qeysəriyyə bazarı Ordubaddadısa 17-ci əsrdir. Yox. Təbrizdədirsə 15-ci əsrdir və Uzun Həsən tərəfindən tikilibdir. Bax belə. Sonra bax nə qalsa ki, ona baxma. Mən kitab yoxdur. Mən iş yerimdə qalır deyə gətirə bilmirəm. Ona görə bir kitabla bir vərəqləyərdim. Görərdim hansı məsələni diqqətimizə. Hə, tarixçilər. Rüsalə xanım, sizlə qayıdaq. Deməyin ki, tarixçilər də mənim yaralı yerim. Yox, müəllim, mənlə davam eləməyim mədəniyyət mövzusunu. Mən fikirləşirəm ki, mən mədəniyyət mövzusunu imtahana bir gün qalmış ancaq oxuyub əzbərləyəcəm. Yəni belə yadımda qalmır. Olsun. Sevinç Xəlilova burdadır. Buradayım mən buradayım. Yəni mədəniyyətdə yeni bir şey yoxdur da. Bunlar hələ köhnədə öyrəndiklərimizdə oxuyurlar. Yox, sadəcə olaraq var, həqiqətən. Mədəniyyət mövzusu bütün abituriyentlərin və 90% müəllimlərin problemidir. Cavan vaxtında öyrəndiyimiz. Sevinç xanım, vaxtilə Marağa rəsədxanasını kim tikdirmişdi? Marağanı Nəsrəddin Tusi, Fülaki xan. Bəs kim bərpa etdirir? İsmail. Bəli, kimə bərpa etdirir? O biraz Qiyasətlərə bərpa elətdirir. Eyni zamanda Şah İsmailin dövründə Ərdəbildə və Təbrizdə kitabxanalar meydana gəlir. Bəs Təbriz kitabxanasının rəisi kim təyin edir? Kəmaləddin Bərzadə. Kəmaləddin Bərzadə təyin edir. 1522-ci ildə rəis təyin edir onu. Bəli, əziz insan. Birinci Təhmasibin tarixçisi kim olubdu? Birinci Təhmasibin tarixçisi Həsən bəy Rumlu. Rumlu. Bəli, Əhsən Ət-Təvarix yalnız sonuncu zildə gəlib bizə çatıbdır. Tarixlərin ən yaxşıdır. Bəs Cami Ət-Təvarix kimin idi? Cami Ət-Təvarix Abbasın tarixi belə olur. Fəzlullah Rəşidəddindir, bəli, tarixlərin toplusu, bəli. Bəs İskəndər bəy Münşinin tarixçisi kimdir? İskəndər bəy Münşi, yəni o Şah 1-ci Abbasın. Bəli, Şah 1-ci Abbasın tarixçisi. Bəs 2-ci Abbasın, geri gəlmişəm. Biz axı 17-ci əsr səfərində vermişik. Davam eləməliyik. Hələ bizim bir 15-20 dəqiqə işimiz var. Yatmaq yoxdur. Yatmağa son. Aha. 2-ci Abbasın tarixçisi kim olubdu? Məhəmməd Tahir Vahid olubdu. Müəllim, o həm Süleymanın, həm də Abbasın, 2-ci Abbas. Bəli. Süleymanın vəziri olub, bunun tarixçisi olub. Bəli. Həm vəziri, həm də baş tarixçisi. Bəli, demək olar ki, ikisində də olub. Abbasda vəzir olmayıb, bax, Abbasda ancaq tarixçi olub. Vallahi yazıldı. Əslində 2-ci Abbası da vəzir olur. Sadəcə bizim kitablarımızda tam-tamına getmir. Deməli, sizlə başqa səfkidə davam edək. Hansı Səfəvi hökmdarı musiqini qadağan eləmişdi?
Şah Sultan Hüseyn. Şah Sultan Hüseyn çox dindar olub bu. Bu çox dindar Bəli. olub. Mənbələrin verdiyi məlumata görə bu belə deyim, bacısı onu anladır ki, məndə xəstəlik var və mən şərab içməliyəm. Güya. Şah Sultan Hüseyni yoldan çıxardılar. Ən çox Məkkəyə gedən Səfəvi hökmdarıdır. Yəni müqəddəs yerlərə gedən Səfəvi hökmdarıdır. İndi Vəhabilərə bənzəyib də onda musiqini qadağan edir. Musiqini qadağan edir, bəli. Çünki Ondan Vəhabilər sonra də bəli. Kitab çapı ilə Əyləncəni kim? hər şey qadağan edir. Spartalıların ruhu var onda. Bəli, kitab çapını kim gətirmək istəyib? İkinci Abbas gətirmək istəyib, lakin o ölüb, ondan sonra hakimiyyətə gələn elə bir biganə qalıb. Vəsait ayırmayıbdır. Süleyman bu məsələyə biganə qalıbdır. Yaxşı. Rusiya məsələsinə keçsək, yerdə qalan xırda-xuruş məqamlara yenə qayıdarıq. Rusiya məsələsinə gələndə biz yaxşı bilirik ki, Təhmasib Rusiya ilə münasibətlər saxlayırdı. Hətta birinci Təhmasibin dövründə Rusiya ilə münasibətləri var. Çünki artıq bu Hindistana falan dəniz yolu kəşf olunandan sonra Səfəvi və Osmanlı kimi imperiyaların nüfuzları zəifləyir. Və Təhmasib yaxşı başa düşür ki, biz Avropaya bundan sonra Rusiya vasitəsilə daha tez çıxa bilərik. Ancaq bu dövrdə Rusiya ərazisindən kimlər də gəlirdi Səfəvilərlə ticarət eləmək üçün? İngilislərin Moskva şirkəti, Austin şirkəti. Əsasda Moskva şirkəti. Əsasda Moskva şirkəti, bəli, İngilislərin Moskva şirkəti. Bəzi kitablar yazır ki, güya Təhmasib onlarla şəxsən müqavilə bağlayıb, bəziləri isə yazır ki, Abdullah xan Ustaclığını bura göndərmişdi ki, getsin. Növbəti Şirvan Bəylərbəy, Abdullah xan Ustaclı, Antoni Jenkinsonla, yəni Moskva şirkətinin rəhbərlə münasibətlər qursun. Moskva knyazlığı bu dövrdə hansı iki ərazini tutmaqla Xəzər dənizinə yaxşıca çıxış əldə etmişdi? Qızıl Ordudan qalan Həştərxan, bir də Qazan. Qazan xan. Və təbii ki, bunlar 4-cü İvanın dövrüdür. 4-cü İvanın hakimiyyətləri 1533-1584-dür. Və Qazanın ləğvi 1552, Həştərxanın ləğvi 1556-dır. Bəli. Bu ərazidən tutmanın Xəzər dənizə çıxış əldə etmişdir. Və günlərin bir günü Ruslar fikirləşir ki, axı biz niyə icazə veririk ki, ingilislər bizim ərazimizdən gəlib keçir? Və yəni biz bu qədər belə deyim, yəni ağılsızıq ki, biz ingilislərə belə bir şərait yaradaq. Ona görə qadağa edir. Hətta 4-cü İvan Moskva şirkətinin fəaliyyətini Rusiyada belə qadağan edir. Bəli, Rusiyada belə qadağan edir. Nəysə, neçənci ildə Ruslarla Səfəvilər arasında qalalar uğrunda toqquşmalar olur? 53-62-ci illərdə, 1500. İlk addımı kim atır? Bəli. İlk addımı kim atır? İlk addımı 2-ci Abbasda əmr eləyir ki, Şirvan Bəylərbəyi Xosrova ki, o qalaları təmiz Terik çayı ilə Səfəvi sərhədində tikilən qalaları ləğv eləsin. O da gedir, dağıdır, tökür. Lakin Rus çarı buna cavab vermir. Niyə? Çünki həmin dövrdə yetərincə gücü olmadığına görə və Səfəvilərlə müharibə etmək fikri olmadığına görə ticarət əlaqələrini saxlamaq üçün yəni aranı sakitləşdirir. Bəli. Hələ ki Səfəvilər onlara lazım idi, belə demək mümkündürsə. Və ilk addımı da onlar atırlar. Səhv etmirəmsə Aleksey Mixayloviç idi o vaxt 1645-76-cı il hakimiyyət illəri. Və ilk addımı məhz bunlar atırlar. İndi onların əsas sülh müqaviləsi bağlanıb, bağlanmayıbdır. O haqda bizə məlumatlar vermirlər. Sadəcə sakitçilik olur. Və 2-ci Abbasdan sonra gələn kim, belə desək, Rusları daha çox öz tərəfinə çəkir, Ruslarla yaxınlaşır? Süleyman. Bəli, 1667-ci ildə onları öz tərəfinə çəkən qərarlar verir. Hətta gömrüksüz ticarət verir. Gömrüksüz deyəndə ki, yəni Ruslar bir dəfə girəcəklər, gömrük ödəyəcəklər, yerdə qalan ərazilərdə gömrük ödəməyəcəklər. Bax belə. Hətta Ruslara deyir ki, ehtiramla yanaşın. Xəzər-Volqa yolu canlanır. Bu da quldurlar üçün münbit şərait olur. Hansı quldur yürüş eləyir? Stepan Razin 1668-ci ildə Xəzəryanı vilayətləri Dərbətdən düz Gilana qədər olan əraziləri, yəni Volqa-Xəzər yolu ilə qarət eləyir. Və buna da etiraz edir Səfəvi şahı və həmin dövrdə hakimiyyətdə olan Rus çarı da aranı yenidə sakitləşdirmək üçün Kazakları tutur və başçısını da edam elətdirir Stepan Razini. Səvinç müəllim, nədir ekspansionist siyasət? Ekspansiyasiya? Bəli. Oxumuşdum, yadımda qalmayıbdı müəllim. Bir dövlətin başqa bir dövlətdə siyasi, mədəni və digər yollanan öz nüfuzunu artırmaq siyasətinə ekspansiya deyirlər. Bu məsələni bildik. Sonra diqqətimi çəkən məqamlardan biri 2-ci Abbasın sənətkarların, belə deyim, və rəiyyətin xəzinəyə olan borclarını ləğv edir. Bu da onu göstərir ki, heç də
Sənətkarlardan alınan yeganə vergi tamğa deyilmiş, digər vergilər də alınıb. Amma diqqətli olaq, 2-ci Abbas vergiləri ləğv eləmir. Borcları Vergi ləğv edir. borclarını ləğv edir, bəli. Borçlarını. Vergiləri ləğv Birinci eləmir. təmasülə dəftərxanaya olan borc, dəftərxana borclarını ləğv eləyir. Bəli. O lap köhnə kitablarda var deyə müəllimə. Mən onu İndi yoxdur 2005 məyər? yox. Var. Var Həqiqətən? müəllim. Bu Anar İsayevdə sarı yazı ilə mən də təzə tapmışam. O Aa, MH-da qabağıma Anar çıxmışsa. Anar Bəli. İsayev bizim dostumuzdur, qardaşımızdır, amma Anar müəllimin əlacı olsa şeydir, Tutanxamonun qəbrindən tapılmış kağız parçasında şəkil çəkib qoyar ki, bu da var. Yox. O köhnə kitablardan, çox köhnə, 2005-2006-dan qalıb, yox. MH işlədim, orada onu gördüm diqqətimi. Ondan sonra Bəlkə də Anar müəllim onu görüb, o cümləni ora salıb, amma Sarı həqiqətən, yazı. yəni neçə illərdir artıq mən o cümləni görmürəm. Neçə illərdir. Yenə deyirəm, yəni mən abituriyent idim 2005-2006-da. Bir 20 il bundan qabaq. Mən hazırlaşımda o cümləni görmüşdüm. Ondan sonra o cümləni görməmişdim, nə bilim. Ola bilər. Ola bilər. Torpaq mülkiyyət formalarına gələndə 17-ci əsrdə ciddi bir dəyişiklik yoxdur. Bəli. Əsas Onsuz da divanla 17-ci əsrdə biz divanla xalisədir. Soyurqalı demək olar ki, 16-cı əsrdən sonra görmürük. Soyurqal da böyük Moğolda olduğu kimi kimlərə paylanıbdır? Seyidlərə, ruhanilərə, elm adamlarına, Bəli. yəni şahın icazəsi ilə paylanıbdır. Bəli, məhsul vergisinin malcəhət olduğunu görürük. Malcəhətində riyazi cədvəli təxminən 15-19-cu əsrlərdir. Elə eyni zamanda da su vergisi olan bəhrə də belədir. Bundan başqa burada Çobanbəyi görürük. Çobanbəyini adətən biz görürük 15-17-ci əsrlərdə. 18-ci əsrdə isə Çöpbaşı gələcək. O da olacaq 18-19-cu əsrlərdə. Vaxtında tamğanı kimlər gətirmişdi? Tamğanı Monqollar gətirmişdi, Uzun Həsən ləğv eləmək istəmişdi, lakin başarmamışdı. 1565-ci ildə Təhmasib narazılıqlara baxmayaraq ləğv eləyir. 80 min tümən dəyərində sənətkarlardan alınan vergidir. Bəli, feodal zümrəsi neçə yerə bölünürdü? Feodal zümrəsi 3 yerə bölünürdü. Əsasən hərbi əyanlar, sonra gəlirdi bu deyir Səfəvi dövlətində birinci təbəqəni təşkil edirdi və Qızılbaş tayfa başçıları üstünlük təşkil edirdi, idarə etmədə üstün idilər. Sonra gəlir ali şiə ruhanilər, burada idarəçilikdə böyük rolu var idi. Bir də yerli və mülki məmurlar. Sevinç müəllimə necə sayılsa elə demək olar. Məsələn, mən desəm ki, 3 yerə bölünür, hansılardır? Kimsə desə ki, müəllim, ali şiə ruhaniləri, mülki əyanlar, daha da desə ki, nə fərqi var? Xeyr, fərqi var. Bu belədir, yadda saxlayın. Bu belədir, yəni bunu belə də yadda saxlamaq lazımdır, mümkün qədər. Bax belə, olsun. Bəs kəndlər neçə yerə bölünür? Kəndlər 3 təbəqəyə bölünürdü müəllim, rəiyyət, rəşbər, elat, rəiyyət, həmçində hampa, Lənkəranda deyəsən, Lənkəran bölgəsində köhnə kitablara görə hampa deyilirdi. Onlar iş heyvanı, istehsal əməliyyatları, lakin feodalın verdiyi torpağı becərən kəndlilər idi. Bəli, bəli. Rəşbərlər isə təsərrüfatsız. Yəni heç bir təsərrüfatı yox idi, əməliyyatı yox idi. Sadəcə günəmuz işləyirdilər. Bunlara nətər deyim, taxıl becərənlər də feodal pulsuzlar. Bəli. Gedib işləyirdilər və günəmuz da işləyən adamlar idi. Elatlar da köçəri maldarlıqla məşğul olurdular. Əsasən ordunun tərkibini təşkil etdiklərinə görə vergini az yaxud da heç vermirdilər. Bəli. Orada gedənlər vergini vermirdilər. Elatlar həmişə bizdə orada gedib. Ona qədər ruslar gələndə bizim kəndli təbəqəsindən birinci elatları sıxışdırırlar. Şəriklər onlar idi da müəllim. Bəli, hətta elatlara deyirdilər ki, siz vəhşi və mədəniyyətdən uzaqsınız. Məqsəd elatları xalqın gözündə salmaq idi. Bax belə. Sevinç müəllimə çox təşəkkür edirik. Allah sizi var eləsin. Başqa müəlliməmiz kim var orada? Bir dənə də estafet ötürək ona da yüngülvari bir sual cavab eləyək. Kim var orada? Bitdimi sayımız? Mən buradayım, mənim danışmamışam. Hə, adınız zəhmət olmasa? Həmdiyə. Hə, Həmdiyə mən çox özür sayın. Mən ekranda səhifəni görürəm. Səsləri biraz seçməkdə çətinlik çəkirəm. Ona görə də bəzən hər dəfə soruşuram. Belə bir sual verək. Təbii ki, Səfəvilər üçün əsas müqəddəs şəhər hansı şəhər hesab olunurdu? Ərdəbil şəhəri hesab olunurdu. Ərdəbil şəhəri. Hansı şəhərimizin hakimləri uzun müddət əmir əl-ümarə vəzifəsini yerinə yetiriblər?
Təbriz. Əmrəli. Bəli, bu Təbriz şəhəridir. Hansı şəhərimiz Qarabağ Bəylərbəyliyinin mərkəzi olub? Vaxtilə Səlcuq canişinin mərkəzi olmuşdu. Gəncə. Qarabağ bəyliyin mərkəzi Gəncə şəhəridir. Beyləqan. Yox, Gəncə. Gəncə idi. Hə. Beyləqan da Gəncə. onların ticarət mərkəzi olmuşdu. Həm də Amma iri ipəkçilik mərkəzi İslam dünyası ilə Xristian dünyası arasında strateji bir qala Bəli, rolunu oynayan şəhər kimi bəli, qəbul bəli. olunur. Hansı şəhərimiz 15-ci əsrdən sonra liman şəhəri kimi statusunu yavaş-yavaş itirirdi? Dərbənd. Bakı, Dərbənd. 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 15-ci əsrdən sonra isə bu artıq Bakı olacaq. Həm deyə mənim müdaxilə eləməyin. Sonra hansı şəhərimiz ən böyük ipəkçilik mərkəzi sayılır Cənubi Qafqazda? Ən böyük ipəkçilik mərkəzi bayaq Şamax Gəncəni deyə bilərik. İpəkçilik Aha. mərkəzi kimi. Yaxşı, belə bir şey deyim. Həm də Ağpək, eyni- Mahmudabad adlı Ağpəklə məşhur idi. Ərəş. Ərəşdir, bəli. Hal-hazırda indiki Yevlax tərəfdə yerləşən Ərəş ərazisidir. Sənətkarlarımız neçə yerə bölünür? Sənətkarlarımız 3 yerə bölünür. Bəli. Əsnaflarda birləşən sənətkar Bəli. təşkilatlarıdır. Müstəqil fəaliyyət Bəli. göstərən sənətkarlardır. Və bir də emalatxanalarda çalışaraq dövlətə vergi ödəyən sənətkar qrupları. Bəli. Səfəvilərin dövlət dili nə hesab olunurdu? Türk dili, Türk dili, Şah bəs İsmayıl ordu dili? sarayda Türk dilində danışmağı. Bəli. Ordu dili, Türk dili, saray dili, Türk dili. Bəs diplomatik yazışma dili əsasən? Türk dilində Əsasən İsmayılın farsdır. Əsasən fars. Hətta Sultan Süleymanın təhmasib bir-birlərinə farsça yazışırlar. Çox təəssüf. Çox təəssüf. İndi necə ki, belə deyim, o beynəlxalq dil ingilis dili olduğu kimi o dövrdə farsça yazmaq böyük bir ədəb ərkanı. Ona görə İran bütün dövlətləri boğdu da öz mədəniyyətlərində. Bu qədər türklər 1000 il idarə elədilər, amma İran onların hamısını öz mədəniyyəti içərisində belə deyim, bastırdı. Əsas səbəb bundan ibarət idi. Amma iki dənə səbəb Hətta müəllim. Aha. Bu Şeyx Səfi xalçasını da səhv etmirəmsə onlar İran incəsənət nümunəsi kimi təqdim edirlər. Bəli. Təkcə nə ona hər şey. Hansı iki hökmdar əsasən belə deyim, türk dilində məktub yazıblar, hətta Avropa hökmdarlarına. Bilmirəm bu Səfəvi sayıda var yoxsa yox, bəli. Biri Şah Səfidir, hökmdarlarından Şah Səfi. bəli, bir də Şah Sultan Hüseyndir. Bunlar hətta Avropa hökmdarlarına türkçə yazılar. Bilmirəm bu qalıb, qalmayıb, amma mən bunu orta məktəb kitablarında görmüşəm. Yox, var anam sayıda. Hə, varsa vəssalam, nə gözəl, əla. Bunu bildik. Ondan sonra Sadıq Bəyəfşar naturalist rəssamdır, o inanmıram. Adətən bizə tarixçilər düşür. Oruc bəy Bayat İspaniya diplomatıdır, Səvi dövlət haqqında kitab yazıbdır. Məhəmməd Tahir Vahidi dedik. Təbriz Miniatür məktəbinin banisi. Bəli, Sultan Məhəmməd, bəli, məşhur miniatürçü. Gəncə haqqında da yazıb, orada yaşayan 50.000 ailə haqqında da yazıb. Bəli. Aha, davam edək nə ilə? Deyəsən biz Osmanlı idarəsinə baxmamışıq. Hə, bax o qalıb. Bir Osmanlı qalıb, bir də Cəlalilər. 10 dəqiqə bitiririk. Deməli, biz bilirik ki, Osmanlılar 1578-də, belə deyim, 1590-cı ildə Azərbaycanı tutduqdan sonra burada bir idarəçilik yaradırlar və bu idarəçilik təxminən ərazidən asılı olaraq, azad olunmasından asılı olaraq davam edir 1603-ə qədər, 4-ə qədər. Osmanlılar, həm deyəməm, bax burada hansı inzibati bölgüləri yaratmışdılar? Nələrə bölmüşdülər Azərbaycanı? Osmanlılar ərazini bəylərbəyliyi, sancaqlıqlara, bir də vilayətlərə bölmüşdülər. Bəli, əsasən vilayətlərə, sancaqlara bölmüşdülər. Bəylərbəyliklərdən çox da istifadə etmirdilər. Adətən bəylərbəyliklər, belə desək, sırf səbəblərin özlərində istifadə olunurdu. Özlərində məxsus vergi dəftərləri var idi mi onların? Bəli, mükəlləfiyyətlər, vergilər təşkil eləmişdilər. Xüsusi Bu da vergi istər-istəməz dəftərləri insanları, pis vəziyyətdə olan insanların vəziyyətini daha da nə edirdi? təsir göstərirdi. Bəli, təsir göstərirdi. Ona görə də köçüb gedirdilər. Dediyim kimi bəylərbəyliklər var. Sadəcə sonra əsasən bəylərbəylik ifadəsini Osmanlılardan çox səbəblərin özündə istifadə edirik. Əhali və əmlak siyahıya alınmışdı. Ümumiyyətlə bilirik də Osmanlılar bir bu dövrdə Azərbaycanı idarə etdilər. Bir də 1724 İstanbul müqavilətindən sonra bəli 1735-ə qədər idarə ediblər. İndi o bizim gələcək dərsimiz olacaq inşallah.
Və insanlar ayrı-ayrı yerə dağılırlar. Bir də nə qalıb bizdə? Həm deyim mən, siz mənə deyin görüm, Cəlалilər üsyanı ilk dəfə neçənci əsrdə başladı? 16-17-ci əsrlərdə Osmanlı paşalarına qarşı Bəli, bunu Koroğlu dastanında bax orada da biz görə bəli, bilərik Azərbaycan ədəbiyyat nümunəsi kimi. bəli. 1608-ci ildə də Çuxursəd Bəylərbəyiliyinə köçmüşdü. Burada Şah Abbasın icazəsi ilə Cəlali dəstəsinin sığınacaq verdiyinə görə üsyançılar. Bir də deyirik ki, Təbriz üsyanının adını çəkirik. 1591-ci ildə baş vermişdi. Cəlalilər hərəkatına qarşı olan Azərbaycanda ən böyük xalq çıxışı hesab etmək olardı. Əhalinin belə deyək, narazılığının səbəbi isə dövlət məmurlarının qəddarlığı, soyğunçuluğu, əhaliyə qarşı onların vergi tətbiq edən zaman vergilərin ağırlığı, bunlar hamısı səbəb olmuşdu ki, yəni amansız, onlara əhaliyə qarşı amansız davranmaq silahlı üsyanla nəticələnmişdi. Bundan başqa 16-cı 17-ci əsrdə Osmanlı dövlətinə qarşı yönəlmiş bu hərəkat Azərbaycan ərazisində geniş yayılmışdı. Eyni zamanda biz həm dastanda da bunu görə bilərik. Şifahi xalq ədəbiyyatı nümunəsi olan dastanda ki, Bağdad ərazisindən Dəmir qapıya qədər, oradan İstanbuldan İrəvana qədər bu əraziləri əhatə etmişdi, bu torpaqları əhatə etmişdi. Bu üsyandan kim istifadə etmişdi? Şah Abbas istifadə etmişdi. Osmanlılara qarşı mübarizədə. Üsyan da öz adını 16-cı əsrin əvvəllərində Toqatda olan Şeyx Cəlaldan götürür. Həm deyəm, mən çox təşəkkür edirəm. Sizə biraz az vaxt ayırdıq, amma mütləq gələn dəfə sizlə daha çox davam edəcəyik. İnşallah, inşallah. Çox sağ olun.